kişi elə gəzməlidir ki, qadın bilməsin. Bu nədir? Gətirmisiniz bura oynamağa. Ondan sonra toylara getmirəm, istəmirəm. 40 yaşıma kimi ərə getməmisən, demək sən feministsən. Açıq-saçıqlıq müasirlik deyil. Bura müasir olmalıdır. Bir də görsən səhər açılır, bacıma deyirəm ki, bax söz verirəm, özümü qız kimi aparacam. Dedi sən, indi ki ağlım olsaydı mən boşanmazdım. Mən uşaqlarıma ata ilə ana ola bilmirəm, mən çətindir. Hamı bilir ki, oriental rəqsi qızlara sevdirdim mən. Burada sən artıq 40-45 yaşın olandan sonra, sən qocasan, sən artıq heç nə eləyə bilməyəcəksən bu həyatda. Qız var ki, mənə görə xanım vaxtını dəyişir ki, mənim vaxtım yoxdur o günə. Dəyişir ki, Renk xanım mənim xanımda oynasın, çünki arzusu olur. Tələsmə ailəvi dağıtma. Yəni ailədən gözəl şey yoxdur. Hər yerdə fəxrlə danışıram ki, mənim 40 yaşım var. Mənim bacım 100 dəfə paylaşmadı 40 yaşımı. Deyirəm, niyə? Özüm kimi disiplinli, özüm kimi işgüzar adam tapa bilmirəm. Heç o uşaqlarımı 3-ə görə, 2-yə görə vurmamışam, nə də döyməmişəm. Ay, oriental oynayırsa mənim qızım, mən bunu qəbul eləmərəm düşüncəsi olmasın. Bütün gün oturub fikirləşirəm ki, mən nə eləyə bilərəm? Başladım Rəhimdən işləməyə. Mənə çox dəstək oldu. Allah onu rəhmət eləsin. Nəsə paylaşan postumun altında yazır. Qocalıb. Deyirəm, qurbanım, haram qocalıb. Renka 16-ya çay gətir. Renka Black Angel bu obrazdır. Bu mən deyiləm. Mən buyam. Sadə, sakit. Salam dostlar, siz Podkast Kimi Adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir və bugün mənim qonağım Renka Black Angel kimi tanınan Rəna Ağamuradovadır. Rəna xanım rəqslə məşğuldur. Bəli, xoş gördük. Rəna xanım neçə ildir rəqslə məşğulsunuz? 10 ilə yaxın olar. 10 ildən də çox olur. Mən sizin müsahibələrə baxdım, gördüm ki, siz müxtəlif növ rəqslərlə məşğul olmusunuz. Amma daha çox insanlar sizi oriental rəqslə tanıyıblar və bu cür daha çox tanınırsınız. Bir də mənim yadıma düşdü ki, mən Nizami küçəsi tərəfdən hərəkət edəndə 1-2 dəfə mən sizin orada coffee shopunuz var idi, rast gəlmişdim. Onda fikirləşirdim ki, bunlar balaca bir mağazada nə etmək istəyirlər görürsən burada. Karantində. Hə, belə o mövzuya da toxunarıq gedişatda. Baxın, mən atayam və qız övladım var və gəlir o deyir ki, yeniyetməlik vaxtında mənə deyir ki, ata mən rəqslə məşğul olmaq istəyirəm. Və milli rəqslə də məşğul olmaq istəyirəm, məhz oriental rəqslə məşğul olmaq istəyirəm. Bu istəklə mənə yaxınlaşan qızımın məndən nə cür bir gözləntisi var? Nə düşünürsünüz bu barədə? Əslində bilirdim belə bir suallar gələcək mənə. Çünki bizim ən sevdiyimiz bu mentalitet məsələləridir. Birinci mən buradan demək istəyirəm, Allah bütün valideynlərə can sağlığı versin. Ölənlərə də rəhmət eləsin. Allah mənim atama rəhmət eləsin. Amin. O mənim üçün böyük bir stres idi onu itirməyi. Artıq 5 ilə 6-cı ilə keçir. Mən sevmirəm bu ata məsələn söhbətlərini. Hə, sən bəs rəqqasəsən, sən papan necə baxırdı? Mənim atam o qədər bizim mentalitetə uyğun deyildi. Yəni o atam Rusiyada yaşayırdı və mənim atamın o qədər gözəl. Mən atamın qızı olmuşam. Yəni biz hər bir şeyimi mən atama danışmışam. Birincisi mən uşaq vaxtından mən istəmişəm rəqsə, amma onu deməmişəm heç kimə. Sadəcə özümdə o arzumu saxlamışam və 2 dənə həyatda arzum olub. Saç ustası olmaq, bir də rəqqası olmaq. Bilirdim ki, onu zaten mənə qoymayacaqlar. Ona görə getdim. Yəni saç ustasın yoxsa rəqqası? Rəqqası. Ona görə getdim rəqqasına. Saç ustasına. Və saç ustasını mən 11 il işlədim və 11 ildən sonra mən gizlin başladım 2 il işləməyə rəqqəsə. Neçə yaşından neçə yaşına qədər işlədiniz saç ustası kimi? 16 yaşımdan işlədim xeyli. Balacaydım, başladıq. Sonra rəqsə mən başladım 28-də. 27-də. 27 idi, 26 idi. Bu ərəfələri idi. 28. İndi 40 yaşım vardı. Şimdi fərq etməz. 28 ardasa yaşlarımdan başladım. Mən 2 il gizlin oynamışam. Heç kimin xəbəri olmayıb. Fikirləşdim işləyim. O vaxtı biraz həm arzumu yerinə yetirmək istəyirdim. Həm də fikirləşdim biraz işləyərəm, qurdumu öldürərəm demişkə, sonra da keçərəm. Sonra gördüm ki, yox, çox maraqlıdır və mənə elə bil istəyirlər, tələbat yaranır. Yəni siz paralel 2 işlə məşğul olursan, saç ustası? Axşamlar da gedirdim, işləyirdim və sonra başladım kliplərdə çəkilməyə və kliplərdən sonra artıq hamı gördü və mənim atam görəndən sonra dedi ki, heç bir problem yoxdur. Yəni bizdə elə bir şey yoxdur ki, mən icazə alım. Həm də mənim 28 yaşım vardı artıq. Mən ayrılmışdım
həyat yoldaşımla, 2 dənə uşaqla, yəni mənə biraz bu qəribə görsün. Mənim rəfiqələrim də deyir, məsələn 30 yaşları var. Deyir ki, mənim atam qoymur da mən bu vaxta çıxım, ya bu vaxta çıxım. Deyirəm, axı sən artıq öz yəni qadınsan, sənin uşağın var, sənin öz işin var, sənin öz həyatın var. Yəni düzdür, mən atama həmişə hörmət saxlamışam, anama həmişə hörmət saxlamışam, harasa getmişəm, nə eləmişəmsə, onu həmişə demişəm. Amma mənim çox qəribəmə gəlir ki, məsələn hansısa xanım deyəndə ki, ya rəfiqəm deyəndə ki, yox mən bu saatda evdə olmalıyam. Demək ki, onlar da elədir. Amma yəni mən o şey barəsində heç bir əziyyət çəkməmişəm və mən sonra orientala gəlmişəm. Məndə sırf R&B olub, başqa kliplər üçün də elə belə olub. Sonra gördüm ki, yox, hamı oriental oynayır, bizim ətraf qızlarımız və yaxşı da pul var. Keçdim orientala və orientalı çox sevdim. Və mən Rusiyaya falan gedirəm, Marokkaya getmişəm. Dubaya getmişəm sırf bu master klasslara, mən məsələn təlimlərə, o qızlarla görüşürük. Yəni hər bir ölkədə bir rəqqas rəfiqələrim olur. Onlar gəlirlər bura. Həm də kişi rəqqaslar olur və mən baxıram ki, onlarda elə konkurs olanda 5 yaşından məsələn rəqqaslar da var, oriental rəqqaslar. Və necə valideynləri əsir onun üstündə, necə onun kostyumunu hazırlayırlar, necə hamı mehribandır. Yəni mən burada nə o mehribançılığı görmüşəm hamının arasında da, sırf bizim cəmiyyədə oriental rəqs barəsində deyirəm. Və o qlobal olan şeyləri də görməmişəm. Konkurslardır, düzgün getmir də, yəni reklam yox. Təqdimatı düzgün getmir. Ona görə hamı oriental, ya o elə bir şey yoxdur. Oriental birincisi sağlamlıqdır. Çox gözəl sağlamlıqdır qadın üçün, xanımlar üçün, qızlar üçün, həm arıqlamaq barəsində, həm daha belə bədən forması daha jenstvenlidir. Yəni demək istəyirəm ki, yəni sırf oriental oynayırsan mənim qızım, mən bunu qəbul eləmərəm düşüncəsi olmasın. Yəni istəyirsən R&B oynasın, istəyirsən balet oynasın, istəyirsən nəsə başqa bir rəqslər. Yəni millini qoyaq qırağa, millidə obşa hər şey bağlıdır. Amma burada bayaq bu gün biraz söhbətdən kənara çıxmışam. Adi bu paltarda getmişəm poçta, mamaya bir şeylər göndərirəm, dokument. Xanım, həmişə məni tanıyan xanımdır, mənimlə iş görür, zarafatlaşırıq, danışırıq. Yanındakı da xanım təzə gəlmişə. Belə baxdı, sonra da xanımdan soruşur ki, necə Renkaya oxşuyur? Deyir, Renkadır da. Deyir, ola bilməz, belə sadə, belə, yəni adi paltarda belə bir şeysiz, makiyajsız zatsız. Bura gələndə makiyaj eləmişəm. Yəni mən də ona başa salıram ki, o mənim obrazımdır. Yəni mən durub həyatda nə bilim belə geyinim, elə geyinim, yəni belə bir şey olsun deyə, yəni fırşalı, yəni hərdən soruşurlar ki, o işləri deyib sən özün görürsən, deyirəm ki, bəs kim görsün də, yəni bu evin içində. Kulağımı düzəltmişəm. Sənin köməkçin olmalıdır. Sən şey eləməlisən. Deyirəm, mən qurban olum. Bir dənə şeydir də, poçtu. Gedirəm, işlərimi görürəm deyə. Mən çalışıram, özüm öz işlərimi görürəm. Və ona görə deyirəm, bu bir obrazdır. Renka Black Angel bu obrazdır. Bu mən deyiləm. Mən buyam. Sadə, sakit, ailəsinlə bütün günü vaxt keçirən, bir də bütün günü evdə iş görən. Məsələn. Bu rəqsə ki, deyirsiniz, maraq məsələsi. Deyək ki, mən yeniyetmə olanda, məktəbdə oxuyanda, yadımdadır ki, o vaxtda INS TV-də X-Dance idi ya, nəsə bu tip. O zamanlarda mən burada yox idim. Burada yox idi. Break-dance falan göstərdilər. Mən görmüşdüm onları. Hətta bəzi xarici filmlərdə gördük, Hollywood filmlərində. Bizdə də maraq vardı. Çalışırdıq ki, hansı elementləri öyrənək. Daha çox break-dance və sonra da capoeira döyüş növü var idi. Onun hərəkətləri oxşurdu deyə bəzi akrobatik hərəkətlər, yəni o istiqamətə getdi. Onlar mənə maraqlı gəldi ki, siz hardan gördünüz, hardan ilhamlandınız ki, mən də rəqslə məşğulum? İndi yadıma düşür ki, mən balaca idim, uşaq idim. Bir ekranda görəndə, milli ansambl görəndə, oynayanda çox istəyirdim elə bir şeyi. Sonra mən Rusiyaya köçdüm, atamın yanında yaşayırdım və orada... O təxminən neçənci ildir? Mən bilirsiniz bunu niyə soruşuram? O ili bilmək istəyirəm ki, çünki hər ildə, dövrdə ona məxsus dəbdə olan rəqslər, kliplər və sair şeylər vardı. Orada oriental deyil. Orada sırf biz hansı vaxtlardı mən Rusiyada yaşayanda rəhmətli Rəhim Rəhimlinin Ay dostum verişi idi. Neçənci illər idi o? 90-lar idi, yoxsa 2000-lərin əvvəli idi? Yox, 2000-lərin əvvəli. Uşağımın 1 yaşı, 2006, 2007, 2008 araları, 2008-9. 2008-də Rusiyaya köçdünüz. Orada yaşayırdım. Müvəqqəti köçdünüz yoxsa? Yox, xeyli yaşayırdım onu. Mən zaten orada doğulmuşam. Sadəcə bura gəlirdim, gedirdim, burada biraz yaşayırdım, mamamla atam orada yaşayırdı. Orada Rusiyada, Yekaterinburg şəhəri. Yekaterinburgda. Okay.
Mən ora köçəndə mən həmişə Rəhim Rəhimlinin verilişinə baxırdım və o dərəcədə istəyirdim o verilişə getməyə və o verilişdə iştirak eləməyə. Mən həmişə kameranı sevmişəm, həmişə. Hara gedirdim dedim, bir gördüm ki, məsəl çöldə məsələn o vaxt axı Targovda çox çəkirdilər nəsə hansısa müsahibə zət o vaxt çox dəbdə idi. Qaçırdım kameranın qabağına ki, bəlkə mənə də müsahibə götürsünlər, eləsinlər. Sevirdim bu şeyləri. Sonra başladım yavaş-yavaş fotosessiyalar eləməyə. Artıq buraya gələndə fotosessiyaları da çox sevirdim. Model kimi də işləmişəm və ay Allah, o il yadımdan çıxdı. Mən bir dəfə bir klipdə çəkildim. Elə bil hansısa bir qızın elə bil yerinə gəldim və mənə dedilər ki, sən bizə çox köməkli elədin. Səni göndəririk Kitaya model kimi. Biz Azərbaycanı səni göndəririk. Hətta şəkillər zad da var idi orada. 70 dənə deyir orada onsuz da hər şey alınıb. O vaxtlarda satılıb, alınıb. Satılıb, sən sadəcə get özün üçün 2 həftə həm gəz, həm Kitayı gör, həm də yəni maraqlı bir şeydir. 70 dənə qız içində. Kaş getməz olardı. İtin zülmünü çəkdik. Getdik. Bəli, getdik. Çox maraqlı idi. Sadəcə öldüm yorğunluqda. Hər gün məşqlər bu boyda kablukda 70 dənə qız. Özdə mən də birinci Azərbaycan gedir axı. Sən çıxırsan, durursan, o həmən kablukda. Əlifba ilə gedirdi. Bəli, sən durana kimi axırıncı mən gözləyirdim ki, axırıncı durana kimi sən dayanmalısan tərpənmədən. Bir sport geyimi, bir milli geyim. Podiumda nə boyda. Tapsam o videoları sizə atarım, elə onları da göstərərsiniz. Sport geyim, idman, milli, özü buradan milli paltarlar aparmışdım. Milli, o üçün вечерний, kupalnik və belə. Mən yadıma gəlir ki, mən 2 həftə həm məşqlə, axırda da qala konsert. Çox əziyyətli idi, çox. Ona görə o deyirlər, amma model olmağa nə var ki, boş söhbətdir, çox çətin bir şeydir. Əminəm ki, çətin məsələdir, çünki bədən quruluşunu saxlamaq, durmalısan, bir damcı əyilmək olmaz, bir damcı bir şey, gülməlisən, üzündə mimika. O vaxtda da baxmanda daha həvəsli idim, xoşum gəlirdi. Amma hələ də yaddaşımda qaldı və artıq sonra Rəhim Rəhimlinin fanatı olmuşdum, çox sevirdim onun energetikasını, xarizmasını. Həmişə yanında rəhqaslar olurdu. Deyirdim, mən də istəyərdim. Zaman, vaxt gəldi, çıxdı, mən başladım Rəhim Rəhimlinin işləməyə. Mənə çox dəstək oldu. Allah onu rəhmət eləsin, çox pis olmuşduq biz onu itirəndə. Mənə çox dəstək olmuşdu. Verilişlərə çıxardırdı, biz onunla bir yerdə oynayırdıq. Bir Rəhim Rəhimli, bir də Fatimə xanım. Çox adam mənə dəstək oldu, çox adam demirəm. Yəni sadəcə indi yadıma salsam çox oldu, amma mənim həyatımda 2 nəfər mənə daha çox belə dəstək olanlardan biri oldu. Siz Rusiyada doğulmusunuz. Uşaqlıq məktəb illərində də Yekaterinburqda yaşamısınız. Bu neçənci illəridir o məktəb illəri, uşaqlıq vaxtları? 85-dən mən orada 90-cı illər. 90-ların əvvəli. Çətin vaxtlar var idi. Sovetlərin dağılma vaxtını təsəvvür edirəm. Mənim atamla anam da Rusiyada ağı və tankla atəş, sonra bizi mama Çeçenistanda müharibə falan o vaxtda. Mən də çətin uşaqlarla oxuyurdum, çünki elə bil bizi o vaxtı Azərbaycanı, yəni qara milləti ayırırdılar da, çox ayırırdılar. Məni pis sinifə atırdılar, harda ki, çətin uşaqlar olan sinifə. Özüm də biraz çətin uşaq olmuşdum. Dəcəl idim. Banditlərdən biri. Vallahi 5-ci sinifdə mən oğlan kimi geyinirdim, mənim yadıma gəlir. Həm də o qədər atamın yanında böyümüşdüm ki, mən özümü oğlan kimi aparırdım. Hər dəfə bir dava, dalaş, belə elə, axır mama dedi ki, mən səni burada böyütmərəm. Yığış getdik. Ondan sonra yığışdıq gəldi bura. Onda orada belə deyim də şovinist yanaşma var idi. Yaşadığımız ərazidə, yəni qara millətdir, bunları dışlamaq. O qədər. Onda o vaxtda şeylər də vardı, skinheadlər. Skinheadlər 2000-lərin əvvəli də var idi, hətta yadımdadır. Yəni o çətin bir şey bir zaman oldu. Mənim bacım hətta məktəbə getmirdi ona görə. Mənim bacım sakit idi, mən yox. Mən hamının üstünə gedirdim. Amma o 10-cu sinif idi, ya 9 idi. O dedi ki, mən getmirəm artıq və evdə oturdu. Ona görə mama artıq bizi bura gətirdi. Düzdür, burada da özümü tapa bilmədim. Buradakı məktəblərdə də özümü tapa bilmədim. Çünki mən Rusiyada gəlmişəm, tamam başqa kultura, tamam belə burada hamısı. Burada qəbul eləmədilər. Burada mən axır 9-cu sinifdən dedim mamaya ki, mən artıq oxumaq istəmirəm, mən çıxıram və mən elə də çıxdım sinifdən. Maraqlıdır. Mənə necə maraqlıdır? Çünki mən özüm də orada bir il oxumuşam. Şeydə bu Sibir tərəfdə, Kuzbasda. Mən daha az, nisbətən az qarşılaşmışam o şeylərlə, amma yenə də qarşılaşmışam. Qardaşım da oxuyurdu, o bəlkə də daha çox qarşılaşırdı. Mən biraz sarışın idim. Mən demək istəyirdim sizə. Rus bölməsində oxumuşdum. Yəni ruslardan daha yaxşı oxuyurdum. Müəllimlər çox sevirdi, amma o gündəlik həyatda sən istərsiniz o
nepriyazindir də, ruslar bəyənməməzdi, sən onu hiss edirdin. Mən tsiqanlara çox oxşuyurdum. O vaxt indi baxma, burnumu əməliyyat eləmişəm, belə biraz saçımın rəngim başqadır. O vaxt lap qapqara idi. Biraz da burada qey var idi. Qarbinka var idi. Bir də mən qızıl sevirdim. Artıq biraz böyük vaxtlarımı deyirəm. Çox söylə bilirdi ki, mən ya gürcüyə oxşadırdılar, çünki rus dilində təmiz danışırdım. Ya gürcü ya da ki orada tsiqanlar o vaxtda dəhşət çox almışdılar. Ya ona oxşadırdılar. Mən çox əziyyət çəkmişəm, bilmirəm. Məncə əksər o illərdə orada olan, indi ola bilsin tutaq ki, da mədəni səviyyə ehtimal edirəm ki, yüksək olan Peterburqda da fərqli olub biraz, ya hansısa Moskvanın hansısa şəhərlərində fərqli olub, amma mən bu il düşünmürəm hər yerdə. Mən bu gün getdim Pitserə. İnan Allah, mən dəhşət sevirdim Pitserə. Mən bu il o qədər neqativ hiss elədim bu müharibədən sonra. Müharibəyə görədir məncə. Mən şoka düşdüm. Yəni adi yolu keçirdim, məni söydülər. Yəni belə yavaşcana keçdim, elə bir gözləmədim. Dava düşdü, başladılar üstümə şey eləməyə, yəni qışqırmaq eləməyə, amma yəni heç mən Pitserdən belə şey gözləmirdim. Heç adam da yox idi. Siz keçən bir serial çıxdı, Slova Patsana baxdınız ona? Ha, bəsnə. O xatırlatdı sizə köhnə travmaları. Eyni o geyimdə. Əslində mən zamanında travma yaşadırdım, o heç. Biraz mənim xasiyyətim çox pis idi, amma əslində hərdən fikirləşirəm, bəlkə yaxşı ki qayıtdıq, bəlkə mən də tamam başqa cür olardım. Ümumiyyətlə Rusiyadakı yaşayış mənalı sizin dünyaya baxışınızı nə cür təsir edib və yaxud da nə cür dəyişib? Son düşünməmişəm. Sadəcə orada doğulmuşam deyə. Bəlkə mən burada doğulub oraya getsəydim, mənim düşüncələrim biraz siz dediyiniz kimi mən anlayardım. Mən orada dəyişilərdim. Amma mən artıq oradaydım. Orada bağçaya getmişəm, orada məktəbə getmişəm. Bura qaydanda mənə çətinlik olurdu. Buraya indiyənə kimi. Mən elə o mənada deyirəm. Yəni oradan siz birinci o mədəniyyətin içindən gəlmisiniz bura. Bura mənə çətindir. O baxımdan nə barədə çətindir mən sizə deyim? Mentalitet barəsində. Mən demirəm, mən belə açıq, saçıq yox. Mən həmişə demişəm ki, açıq, saçıqlıq savremenlik deyil, müasirlik deyil. Mən həmişə demişəm ki, bura müasir olmalıdır. Hərdən mən gedirəm, elə bir insanlarla danışıram, belə oxumuş, belə onlar durduğun yerdə elə bir mənə mentalitetə qarşı belə bir söz deyirlər ki, qurub qalıram, deyirəm ki, mən nə danışım bu adamla. Yəni başa düşürəm ki, nə qədər də sən oxusan, nə qədər də sən özünü inkişaf eləsən, sən buran inkişaf eləmirsən, sən oxu, özünə pul yatır, düşün, get başqa ölkəyə, başqa ölkələr gör, nə bilim, belə elə qayıt gəl, o xeyri yoxdur. Bu geyim məsələsi müxtəlif vaxtlarda sosial mediada gündəmə gələndə bu fikir də səslənir ki, fərz eləyək də bir yerin dress kodu var, siz ora bu formada geyinməlisiniz. Adi siz bayaq dediniz ki, posta gələndə sizi gördülər, yəni adamlarda başqa təsəvvürdür, başqa gördülər. Bu avtomatik ona gətirir ki, sən deyək ki, xanımların üzərindən gedək də, çünki mövzu indi hazırda odur. Əgər daha açıq-saçıq geyinsən, indi burada da müxtəlif cəmiyyətlərə görə açıq-saçıq anlayışı dəyişir də. Hardasa qolu qısa bir şey geyinər, o açıq-saçıq olar. Hardasa qısa ətək olar, o açıq-saçıq sayılır. O məsələ insan haqqında fikrin formalaşmasına və yaxud da hardasa qəbullanıb qəbullanmamasına təsir göstərir də. Biz onu təkcə də deyə bilmərik də bu formada ki, gəyə burada müasir olsun. Çünki reallıqda sən bunun əksini görürsən. Yox. Siz necə yəni belə götürək də, qoyaq bir qırağa, bir adam bir bomj gələndə, lap deyək ki, iyi verməyən bir bomjdur. Ruslarda bir söz vardı, встречай поддержки, beynin yola salırlar. Amma mən sizə bir söz deyim ki, mən də onu sizə gətirib çıxartdım da, mən sözü nəyə deyirdim ki, mən baxıram, insan belə, yəni oxumuş, oxuyub, amma hərdən elə bir söz deyir, durub baxırsan deyirsən ki, necə olur da, yəni bu axı dünya görüşü söhbəti gedir də. Bax, məsələn, mən indi onu danışım sizə. Mən Rusiyadan gəlmişəm, özünüz bilirsiniz də, Rusiyadan gələndə adamın ləhcəsi başqa cür olur. Yəni mən həmişə anamdan Naxçıvan ləhcəsi eşitmişəm. Naxçıvanlıdır? Elə bil dilimdə qalıb onlar. Mən efirə çıxanda mənə dedilər, xahiş edirəm danışma, yəni çox pis çıt eləyirsən də. Özüm də xoşuma gəlmirdi, utanırdım da, fikirləşirdim, düşünürdüm də, yəni sözləri düşünüb deyirdi. Ona görə də o pauzalara verirdim. Mənə dedilər, sən ilə oyna, danışma. Deyib, baxırsan, qəşəng qızsan belə elə, amma ağzını açırsan, yəni səliqəsizlik olur. Mən başladım, müəllim yanına getdim, başladım oxumağa, biraz diksiyamı düzəltməyə, biraz özümü daha da yaxşı təkmilləşməyə. Sonra gördüm ki, insanlar heç maraqlı deyil.
O arada bu DC problemi məndə də var. Elə yazırlar onu. Hər dəfə indi siz necədir? Mən bax sizin yanınıza gələndə də düşünürdüm ki, ayla düzgün danışıram, düzgün dəhşət istəyirəm də Azərbaycan dilimi tələffüz eləyim, ideal olsun. Sadəcə beyin düşüncəm rus dilindədir də, biraz o çətindir. Bax fikirləşirəm ki, cümləni qəşəng deyim. Görürüm ki, artıq dilimə gələndə rus dilində gəlir də. Bir də ən sevmədiyim şey mənim gestikulyasiya, əllərlə gestikulyasiya. Bilmirəm niyə, bəlkə rəqsdəndir, bəlkə nədəndirsə, o qədər oynayıram deyə ya biz adi oynayanda da belə nəyinsə əllərimizlə göstəririk hərəkətləri, mahnının hərəkətlərinə görə. Artıq ona görə danışanda deyirəm əlvi sal aşağı. Gestikulyasiya eləmə insanlara xoş gəlmir. Gestikulyasiya eləndə. Məncə normaldır. Çünki bu rəqslə məşğul olmayan insanlar da var ki, insanların tipinə görə dəyişir də. Elə tip insanlar var ki, danışanda əllə bu emosiyalarını bildirirlər. Mən sevmirəm də, özümdə o şeyi sevmirəm. Hər dəfə deyirəm ki, yox da bu bəlkə siz düşünürsünüz ki, bu estetik görsənmir ya düzgün deyil deyə belə, amma bu tam normaldır deyim ki. Ən əsas da indi yenə başlayıram Azərbaycan dilində oxuyuram. Düzdür, oxuyuram. O qədər ki, yanımda artıq getmirəm müəllim yanında. Yanımda adam yoxdur mənə başa salsın. Hə, bu deyil. Ona görə biraz çətinlik çəkirəm, amma inşallah düzələr. Çalışacağam. İnşallah. Mənə maraqlıdır ki, sizin anlayışınızda ailə nədir? Yəni siz ailə deyəndə nə ağlınızda canlanır? Ailə, məsələn, mənim həyatımda atam rəhmətə gedəndən sonra məni həyatda saxlayan, ayaqda saxlayan, həyatda saxlayan, yəni məndə sonra psixoloji problemlər olmuşdu ki, suitsid az qala olmuşdu. Ona görə özünüzə qəsd etmək istədiniz. Sonra mən başa düşdüm ki, mən anladım ki, yəni ailə tək mənim atam deyil də, yəni mənim uşaqlarım da var. Siz də kimin üçünsə ailəsi. Ona görə mən gördüm ki, uşaqlarıma pis təsir eləyir və mən özümü ələ almışam. Düzdür, hələ indi də ələ alıram özümü. Həmişə inanırsınız ki, ailə mənim üçün o qədər dəyər verici bir şeydir. Yəni mən sadəcə onlar üçün yaşayıram. Mən özüm üçün heç vaxt yaşamamışam. Hərdən bacım ona görə mənə əsəbləşir. Məsələn, mənlə bacım yaşayır, bacımın oğlu. Bu arada bacımın oğlunun bir gün ad günü təbrik edirəm. Amma bu ad gününün çox sonra çıxacaq. Amma ev yox da. Krasavçikdir, wunderkinddir. Dəhşət başı var. İnşallah onda Allah yolunu açıq eləsin. Oğlumdur, qızımdır, bir də anamdır. Mənim üçün bu ailədir. Yəni mən fikirləşmirəm ki, mən gedim harasa özüm üçün dincəlim, biraz başım açılsın. Yox. Mən gedim, hamını götürüm özümlə. Onlara bomba şeylər göstərim, yerlər göstərim, belə ürəyimcə olsun. Və ondan sonra oturub deyirəm, nə yaxşı, getdik, dincəldik, gəldik. Yəni mən onlar üçün yaşayıram. Ailə mənim üçün budur. Həyatda bəzən belə olur ki, mən öz belə deyim də müşahidələrimlə bu nəticəyə gəlmişəm ki, insan bir işlə məşğul olur və öyrənir, onu təkmilləşdirir və uğurlu da olur onda. Və sadəcə bir yer gəlir ki, insan düşünür ki, mən niyə bundan məşğulam? Və mənim müsahibələrim arasında da olub bu insanlar, yəni belə başa düşürəm ki, əksər insanlar öz həyatında müəyyən bir vaxtda bu sualla üz-üzə gəlir. Onu vıqaraniya deyirlər. Ruslar Azərbaycanda bilmirəm. Yanmadır. Yəni bezməkdir. Vıqaraniya yəni sən artıq başında nə kreativ bir şey var, nə bir düşünmürsən, fikirləşirsən, mən bundan sonra nə edeyim, mən bundan sonra nə çəkim, mən bunu artıq çünki özünü o qədər işlətmirsən. Məsələn, indi mən ona gətirmək istəyirəm sizin sualınıza. Mən vaxtında çox peşmanam ki, mən özümü çox işlətdim. Çox naqruskaya salmışsınız. Siz necə elədim özümü? Çəkiliş iş. Dayanmadan. İndi birinci günlər mənim выходnoyumdur. Xahiş edirəm, mənə zəng eləməyin, söndürürəm. Bazar ertəsi mən dincəlirəm. Heç kimə, yəni qoymuram mənə kimsə zəng eləsin, ya işə çıxım. Özümə bunu tərbiyə elətdirirəm. Düzdür, bacarmıram, amma dincəlməyə otururam. Mən gedirəm özümə nəsə iş tapıram evdən, onu eləyirəm. Amma bacım deyir ki, çalış, bir dəfəmli, yəni dincəl də, yəni elə özünü öyrət. Amma o vıqaraniya çox pis şeydir. Mən bir il əziyyət çəkdim ondan. Mən əslində nəyə soruşmaq istəyirdim? Mən həmişə bir hipotetik vəziyyətlər fərz edib onunla məsələyə baxmaqdan yanayam da tez-tez bu variantı ələ atıram. Özüm üçün də qonaqlara sual verəndə də fərz eləyin ki, siz yenidən dünyaya gəlmisiniz, eyni həyatı yaşamısınız, amma bir fərqlə ki, indiki təcrübəniz, bütün bu yaşa qədər topladığınız təcrübəniz sizdə var və gəldiniz
o yaşa ki siz rəqs eləmək istəyirsiniz. Dediniz ki 15-16 yaşında da yenidən bu keçdiyiniz yolu keçəndən sonra o həyatı yaşasaz, yenə də eyni işlə məşğul olarsınız, yoxsa istərdiniz ki başqa bir iş seçəsiz özünüzə, başqa ixtisas? Artıq məndə necə 10 ildən çoxdur da. İnanırsan mən bütün gün oturub fikirləşirəm ki, mən nə eləyə bilərəm. Yəni mən siz indi düşünürsünüz Hə, də belə, yəni amma indi fərz edin onu ki son düşünürəm. 15-16 Yox. yaşınız var və təzədən seçim variantınız var. heç Yeni iş görürsünüz. yox, siz necə özümü başqa yerdə təsəvvür edirəm. Bir də məndə bir şey var. Mən nə ilə də məşğul olsam, mən onu ideala qədər çatdırıram. Mən saç ustası da olanda mən onu ideal eləyirdim. Rəqqasədə olanda mən hər şeyin ideal olmalıdır. Mən başqa işdə işləsəm də mən özümü hər şeyi ideal eləyirdim. Mən istəyərdim. Yox, təşkilatçı mən istəməzdim olmaq. Amma həmənki həyatımı yaşayaram. Amma daha biraz belə ağıllı hərəkətlər edərəm. Yəni o cavanlıq, çılğınlıq olan vaxtlarımı biraz qoruyaram. Amma belə məsələn nə bilim, yox, elə yaşarım. Evladlarınız rəqslə məşğul olmaq istəsə də fərqi yoxdur, hansı rəqs olursa olsun. Bunu nəyə görə soruşuram? Məsələn, rejissorluqla məşğul olan adamlar var. Mən ölkədə tanınmış rejissorlardan var ki, onlar məsələn şəxsən özləri deyib ki, mənim evladım incəsənətə getmək istəyirdi. Mən özüm onu dedim yox, yönləndirdim başqa sahəyə və adam tamamilə başqa bir sahədə indi çalışır. Çünki adam o sahənin çətinliklərini özü görüb və qətiyyən qarşı olub da, imkan verməyib ki, o sahəyə getsin. Mən sizə bir söz deyim, bizim sahə elə də çətin sahə deyil. Yəni düzdür, biz əziyyət çəkirik show biznesdə məsələn. Deyim ki, belə əziyyətdir, yox. Sadəcə mənim uşaqlarım 1 qram incəsənətə aid heç nələr yoxdur. Sevmirlər. Harasa gedəndə belə mənim nə oğlum, nə qızım durub oynamaz. Çox ağrıyan adlar. Mən adil gedirəm, hardasa oynayıram belə. Mama otur. Xoşlanmırlar da. Nə kino, nə modellik, nə bilim, heç nə. Onların tam başqa kafada. Onları indikilər tam başqadılar, bizdən tam fərqlidirlər. Onların belə, ancaq onu düşünürlər ki, harasa getsinlər başqa ölkəyə, orada yaşasınlar, orada nəsə təkmilləşdirsinlər, oxusunlar, sonra gəlsinlər, burada nəsə maraqlı bir iş görsünlər. Amma belə, məsələn, mənim qızım veterinar olmaq istəyir. Dəhşət heyvanı sevərdi. Bütün heyvanlar, yoxsa konkret hansı bir heyvanın müalicəsi? Yox, hamısı. Yəni uşaq vaxtından da evə nəsə məsələn bir şey zət gətirirdim, özü hər şey 2 dəqiqənin içində. İynəsini belə özü vururdu. Uşaq da halbuki 16 yaşı var. Məsələn, oğlum indi artıq Antalyada oxuyur. Antalya Bilim Universitetində. Çox gözəl universitetdir, mən bəyəndim. Biz Antalyanın mən universitet kontekstində yox, həmişə istirahət bir kimi. Mən də elə düşünürdüm, amma baxdım ki, yox, çox gözəldir. Fizioterapevt oxuyur. İndi yavaş-yavaş çox həvəslidir, çünki özü də idmanla məşğuldur. Bir də mənim uşaqlarımda problem nədir? Göz zəifliyidir. Ona görə hər şeydən məhrum oldular. Məsələn, mənim oğlum dəhşət yaxşı futbol oynayırdı. Açıqsına görə oynaya bilmədi. Amma indi bəzi şeyləri əməliyyatla düzəldilər, heç nəsə ehtiyac olmur. Yaş satmalıdır 18 sonra. Qızım da elə. Amma qızım qəşəng dillər öyrənir, ingilis dilini, alman dilini, hamısını çox qəşəng bilir. Mən məsələn dillərdə çətinlik çəkirəm. Şey oxumaqda, yəni biraz əziyyətdir mənə. Deyək ki, lap indi yox, bir neçə il keçdi, adamların marağı dəyişdi və yenə də qadir o məsələ. O məsələ. Bir qram, daha da onlara dəstək olaram. Mən hər şeydə dəstək olaram. Onlara da demişəm. Sadəcə burada Azərbaycanda mənim həyatımda ən qorxduğum bir şey, çünki olub. Uşaq vaxtı nəsə çalışıblar eləmək, uşaqların xətrinə dəymək, məktəbdə yasaddı. Bullying deyirlər də buna. Yox, bullying deməz də. Bullying bilirsiniz nəyə görə olur? Məsələn, sən uşaq vaxtı kök olanda, ya məsələn nəsə başqa cür, onunla məzələnlər eləyirlər. Amma burada bilirsiniz necədir söhbət? Təzə mən başlayanda rəqsə, hamı pis baxırdı. Bakı şəhərində, show biznesdə hamı bilir ki, oriental rəqsi qızlara sevdirdim mən. Hamı onu bilir. Xınayaqlara mən saldım moda. Əvvəl yox idi. Yox idi. Mən saldım moda. Hamı gördü ki, ailəyə mən saldım. İndi bu dəqiqə hamı ailədə oynayır. Məsələn, məndə artıq kişi məclisi heç yoxdur. Sırf qadınlardır. Və bu gün 4 dənə xınam var. Gedəcəm, oynayacağam. Qız var ki, mənə görə xınanın vaxtını dəyişir ki, mənim vaxtım yoxdur o günə. O günü dəyişir ki, Rənq xanım mənim xınamda oynasın. Çünki arzusu olub.
Yəni amma o vaxtlarım hardasa 2-ci, 3-cü sinifdə uşaqlar oxumayanda biraz pis baxırdılar. Mən də başladım paylaşmağa uşaqları, ailəmi, yaşayışımı, həyatımı. Hamı gördü ki, normal bir adamdır da, yəni ailəsinə görə çalışan bir qızdır. Yəni obrazını da oynadı, paltarını dəyişdi, getdi uşaqların yanına. Elə. Sonra mən ona görə hər dəfə məndajı qızıma deyirəm ki, qızım bax, sən biraz daha zəifsən də, oğlum belədir ki, hamı payını verə bilər. Sən biraz zəifsən. Sən məsələn səndən hardasa xətrə deyə bilərlər, sən deyə bilərlər nəsə. Sonra bir dəfə çöndü dedik, yəni elə bir şey heç vaxt olmayıb. Sinifdə daha da gəlib hamısı mənə deyir, Renkan qızı, sizə baxırıq belə elə. Yəni heç bir neqativ olmur. Sadəcə böyüklərdə biraz belə şey var da, bu yaşlı bakaloniyada, ön yarğı. Anası rəqqasə, belə elə. Deyirəm ki, adi sənin bir dənə səhvin məktəbdə. Adiyə balaca səhv. Deyəcəklər ki, rəqqasən qızıdır. Bizim millət bizdə elə deyəcəklər. Bir dəfə də halbuki elə olmuşdu. Mən də sonra sübut elədim ki, mənim qızım deyil. Məndən sonra hamı üzr istəmişdi. Ki, arkadaşlar başqa bir qızı görmüşdülər. Açıq elə qızı nəsə orada eləmişdi. Hamı başladı sinifdə müəllimə yazdı. Hə də rəqqasən qızı olacaq da. Mənim qızım gəldi, and içdi, sübutlarını göstərdi ki, bu vaxtı, bu zaman mən dərsdə olmuşam, gəlmişəm. Gəldim orada hamısını başa saldım, göstərdim. Hətta səsinin tonunu belə qaldırdım. Ondan sonra hamı şeylədi ki, hə, düz deyir. Ona görə də sonra üzr istədilər. Biraz o şeydən əziyyət çəkirik, amma indi yox. İndi heç bir şeyliyimiz yoxdur. Çünki insanlar mənə qarşı tam başqa sevgiləri yaranıb. Çünki onlar görürlər ki, mən heç kimin evini yıxmıram. Əsas odur. Ərini əlindən almıram. Azərbaycan dialoğunda əsas odur. Yəni sakitdə başımı aşağı salıb uşaqlarımı işləyirəm. Dediniz ki, 4 məclis var da, bu günlər xına məclisidir, belə başa düşdüm. Bu hərəsində nə qədər vaxtınız gedir təxmini? 20-25 dəqiqə. Və sonra birindən çıxıb aralı ola bilər, vaxt sərf etmək. Onu mən artıq bilirəm də, necə düzəltmək lazımdır zamanla. Hansından sonra salasınız ki, vaxt olub 10 dənəsi olub. Subota bazar elə olur. Rəqqasə həyatı deyəndə nə başa düşməlidir insan? İş baxımından deyirəm, ailə tərəfindən deyirsiniz ki, gəlirəm evdə adi insan kimi. Tutaq ki, bu işlə məşğul olmayan və yaxud da xınadan xınaya görən bunu adam kadr arxasında nəyi görmür? Disiplina, yorğunluq, soyuqda, istidə. Soyuqda mən paltarımı da dəyişmirəm, sadəcə kurtka geyinirəm, qaçıram. Mən hamı hərdən bir də görürsən, pləkan qalxa bilmirəm. Ayaqlarım tutulur. Təngi nəfəs olurum. Rəqqasə adamsan, sən niyə belə, sən idmançı olmalısan? Deyirəm, siz harada görmüsünüz? Sağlam idmançı, professional, bir də sağlam rəqqasə. Yəni hamısının travması var. Yəni ona görə də mən ad günlərdən məhrumam. Mən yetimdə ad günlərə gedə bilirəm, nə toya gedə bilirəm. Çünki zəng eləyirlər, gəlsən ad günə, deyirəm, 5 dənə banketim var, necə gəlim? Gəlib çıxıram saat 12-də, qan tərsi, bu makyaj dağılmış, paltar, bunun paltar dəyiş. Bunu 1 saat gəlim, oturam, qaçıram. Yəni bu şeylərdən məhrumam. Məsələn, bu gün bacımın oğlunun ad günüdür, amma işlər var. Biz bundan qabaqçı gün getmişik, gəzmişik, sonra gəlmişik bura. Mənim özüm necə əziyyət çəkirəm. Fevralın 14-ü ad günümdür. Amma fevralın 14-ü ən belə gündür də, məni işə çağıran gündür. Mən heç vaxt normal ad günümü keçirdə bilmirəm. Yəni ya 15 eləyəcəm, ya 13 eləyəcəm, 14-ü mən səhnədəyim. Hamı oturur, əylənir, mən işləyirəm. Siz müsahibənizdə onda deyirsiniz ki, köməkçiniz yoxdur, hələ də köməkçiniz yoxdur. Yox. Bir dənə bacımdır. O mənim yanımdadır, o mənə kömək edir. Ehtiyac olmur, yoxsa etibar edə bilmirsiniz? Ya kimsə işinizi layiqincə görə bilmir? Çox əziyyət çəkirəm o barədə. Yəni sırf mən də əziyyət çəkmirəm, çox adam o barədə əziyyət çəkir. İnsanlar elə bil işləmək istəmir. İndiki cavanlar bilmirəm. Məsələn mən yadıma gəlir, mən yəni saç ustası olanda, öyrənəndə ustanın yanında durmuşdum da 1 ilə yaxın. İnanın Allah, mənim ustam əlini qaldıranda mən artıq bilirdim ki, o nəyini istəyir, mən onu verim. Hələ də mənim ustalarım deyirlər ki, Renka kimi bizim köməkçimiz olmamışdı. Mən elə bir özüm kimi disiplinli, özüm kimi işgüzar adam tapa bilmirəm. Özümə belə, yəni eləyə bilmirəm də. Deyirəm ki, bax bunu eləmirsən. Yox. Deyirəm, niyə? Nə bilim, yatmışdım. Mən başa düşmürəm də. Yəni mən 16 yaşım olanda mən öldürürdüm. Mən hər şey eləyirdim. 6 dənə ustaya kömək edirdim. İndikilərə baxırsan, öz uşaqlarını da görürəm də. Durmuşsa saat 2-dir, buna hələ indi gözlərini açırlar.
Amma ona görə biraz elə bil kvalifikasiya deyimmi, ya nə bilim elə istəyirəm gözəl bir işçi olsun. Düzdür, o deyirlər, gözəl işçi istəyirsən yaxşı pul ver. Hətta verirəm də. Yəni mən elə şeyə həyəfim gəlmir. Sadəcə mən istədiyimi eləsin. Mən istədiyim məsələn nəticəni versin. Görsün. Düzdür, bacım kömək eləyir, bacım uşaqlarımı böyüdüb, bacım məsələn mən maşını sürür, mən yanında otururam, mahnılarımı qoşurdu. Bu insan nə qədər gəlir hamısını da çatdıra bilmir axı. Ona görə o elə bil mənim yanımda həm psixoloqumdur, həm də mənim bacımdır, o başqa. Amma köməkçi, yəni işi danışmaq, düzgün söyləmək, həm də mənim xoşuma gəlir. Mən zəncirlə deyirəm ki, Renka xanım özünüz cavab verirsiniz. Deyirəm, başa düşmürəm, nə var ki burada, yəni özüm cavab versəm. Yəni çünki mənim köməkçim, mənim kimi bilməyəcək ki, mən bilirəm, hətta trafiklərin vaxtını belə bilirəm ki, mən saat 8-də bu restoranda oynasam, 9-un yarısı mən bu restorana çatacam ya çatmayacam, onu mən bilirəm. Yəni heç bir köməkçi onu bilməyəcək. Çünki mən ucu bilirəm bacım necə sürür, necə oturacam, burada necə işləyəcəm, orada artıq onun saatlarını mən düzgün. Bir dəfə işçi götürmüşdüm, yəni aləmi vurmuşdu bir-birinə. Ondan sonra dedim istəmirəm. Qoy o çörə özüm əziyyət çəkərəm, amma özüm yazım. Bu arada sizin bu dediyiniz köməkçi tapmaqla bağlı problem 10 insanın 9-undan eşitmişəm də, yəni bununla bağlı problem yaşayırlar. Bu yəqin köməkçi işinə yanaşmaqla bağlıdır. Köməkçidir, ofisiantdır və s. bu tip işlərə insanlar müvəqqəti keçici iş kimi baxırlar və bir perspektiv, özünə inkişaf görmürlər deyə bəlkə ona görədir. Mən istəyirəm ki, siz 3 səbəb deyəsiniz. Nəyə görə rəqqasa olmağa dəyər və nəyə görə dəyməz? Dəyər, çünki həmişə gözəl yerlərdə iştirak edirsən, həmişə özün gözəl görsənirsən, sənə yaxınlaşırlar, sənə baxırlar ki, sən bu gün nə geyinmisən, nə gözəl bir paltar geyinmisən. Yəni o bir gözəllikdir. Yəni bu sfera gözəllik sferasıdır. İkinci onu zarafat edirəm, yəni ciddi qəbul eləmirəm. Dadlı yeməklər yeyirsə restoranlar. Zarafat edirəm. İkinci gözəl bədənin olur. Düzdür, onu əziyyət çəkirsən, yəni diyetlərdən falan. Mən diyet azad saxlamıram, çünki mənim genetikam yaxşıdır, amma yəni bədənin həmişə formada olur. Üçüncü də ki, sən sevilirsən. Ən azından ki, sən sevilməyi bacarmalısan. Bacardınsa sevilirsən, onda nə xoş. Məsələn, mənim çox xoşuma gəlir ki, mən gedirəm, qızlar məni qucaqlayır. Bayaq gördünüz, xanım mənə liftdə, məsələn, Renka xanım, necəsiz belə elə. Mənə xoşum gəlir, yəni harasa gedirəm, adi bir dənə ölkəyə də, Türkiyəyə getmişdik. Orada durmuşuq, pasport stolda bir xanım yaxınlaşıb, arxadan məni qucaqlayır. Mən sizə necə qucaqlamaq istəyirdim. Yəni, mənə o çox belə qürur verir ki, mən axır istədiyimi mən elədim, mən sevilə bildim. Bəs 3 səbəb nəyə görə dəyməz? Dəyməz? Nə bilim, dəyməzləri inan ki, bilmirəm. Biraz əziyyətdir, fiziki əziyyətdir. Deyəsiniz, soyuq olur. Psixoloji heç bir belə, yəni bir şey çətinlik yoxdur, heç bir. Daha da sən keyfin olmayanda, əsəbi olanda çıxırsan səhnəyə, yadından çıxır. İnan ki, minusları bilmirəm. Okay, keçən növbəti suala. Xına və toy məclislərində Azərbaycanda keçirilənlər və yaxud da Azərbaycanlıların keçirdiyi də, ola bilsin ölkə xaricində yaşayanlar da keçirir. Onlarda nələri yığışdırardınız və nələri gətirərdiniz, əlavə edərdiniz? Heç nə. Elə olduğu kimi. Hər şey. Mən başqa ölkəyə gedəndə, məsələn, başqalarının toylarını görəndə mən deyirəm, ayda bizdə belə olmur, belə olur, bizdə bu olur. Bir dənə bizdə nəyi sevmirəm. Bax, keçən səfərə toyda oturmuşdum. Toya çox redki gedirəm işimə görə. Amma bu toyda başdan ayağa oturdum. Yəni yemək dəhşət çoxdur. Baxırsan deyirsən. Məncə israf çox olur. Çox israfçılıqdır. Mənə elə gəlir. Əgər ondan sonra paylamırlarsa onu, ən azından ofisiantlara ya başqalarına atırlarsa, məncə israf çox olur. Yəni baxdım belə heç kim yeyə bilmir. Mən özüm də elə bir 6-dan oturdum. 2 saat belə biraz yedim. Sonra 12 kimi belə oturmuşdum, oynuyordum eləydim, amma yeməklər gəlirdi. Yəni otura. Mən məsələn sonra bir həftə özümə gələ bilmirdim də, o qədər yemək yemişdimsə. Amma məncə biraz o çoxdur. Bir də bizdə nəsə biraz mənim axırıncı olduğum toyun şeyinə görə deyirəm də, sizə yaddaşımdan görə deyirəm. Mənim elə bir davulçumun toyuydu. Orada iştirak edirdim. O da mənim qardaşımın yerindədir. Yəni hər şey məndə köməklik edirdim. Və mən baxırdım ki, uşaq stressdədir.
Deyirəm Nizami, sən toyundur, relax Hə, ol. toy sahibi. Yəni belə şey, amma masa babası təlaşda qaçırlar, onu otuzdururlar, bunu Mən otuzdururlar. də eyni şey yaşamışam belə restoranda. Sən deyirsən ki, sizə nə vaxt olar bitər ümumiyyətlə. Hə, yəni baxırdım ki, uşaqlar heç həzz almadılar toylarını. Deyirəm ki, vəsə unut belə. Amma hərdən elə toy görürəm özüm orada iştirak etdiyim toylarda. Biraz belə cavanlar daha çox olan toyda, yəni dəhşət əylənirlər, dəhşət belə. Biraz bizim qonağımız o qədər qonaqpərvərik ki, biz həmişə qonaqlarımızı düşünürük. Mən bilirəm ki, mən özüm də elə olacağam oğlumun toyunda. Sadəcə mən elə düşünürəm ki, biraz heç olmasa belə mən başa düşən qonaq idim. Bax məsələn mən görürdüm ki, əziyyət çəkirlər. Oturmuşam bir qıraqda, elə mənə yer verdilər, orada da oturdum. Düşdüm heç tanımadığım məsələn adamlarla. Nə belə özməli qalxdı. Bura nədir mən? O hərəsi birdən hava oxuyurdu da məsələn. Mən dedim ki, yox, xəşə oturmuşam da sakitcə. Hamı sonra mənə belə baxır ki, ay, heç səsini də çıxmadı. Harda oturdurdular, orada da oturdu. Anne var ki, mən niyə də mənə əziyyət verməliyəm? Oturdum da, hani yox, oturum küsüm ki, mən qıraqda oturmuşam. Mən lap yaxşı oturub yemək yeyirdim. Onu demək istəyirəm ki, biraz bu şeylər xoşuma gəlmir, amma bütün bu gəlin gətirdi, apardı, nə doğandı, nə bilim, hər şeydə gəlin gətirdi, mən gedəndə dəhşət sevirəm də. Gedirəm gəlin evində nəsə oğruyuram. Keçən səfər onlardan oğradım. Xaladenikın üstündə o maqnitlər yoxdur. Mən də onun kolleksiyasını yığıram deyə oğramışdım onları. O belə adət var da. Xınayaxtları dəhşət sevirəm. Çox gözəl bir şeydir. Xoşum gəlir belə. Xonçaları düzürlər. Çox maraqlı keçir. Sonra nəyi sevirəm? Toylarda hər şeyi sevirəm. Ən əsas o gözəl açılışları. Bizdə hamı şan şöhrət sevir. Belə gözəl olsun, hər şey gözəl olsun. Ona görə bir dənə sadəcə o şeyləri bəyənmirəm, amma belə hər şeyi sevirəm. Mənə ümumiyyətlə elə gəlir ki, yaxşı toy, o belə də ürəklə, o stressiz toy çox adamdan, yəni 300-400 adamdan olması mümkün deyil. O 100-150 divarda, o çərçivədə adam olsa məncə o stressiz, rahat olar. Məsələn, mən toyda oynamıram. Xınada oynayıram, toyda oynamıram. Soruşurlar niyə? Əvvəllər 5-6 dəfə getdim. Bəyinlə gəlin, halbuki özləri mənə zəng edirdilər. Ki, gəlin belə elə. Gəlmişəm, oynadığım yerdə dayısının, əmisinin, babasının nə bilim nəticəsi, babası gəlir, söndür ortalıqda ki, bu nədir, gətirmisiniz bura oynamağa? Ondan sonra getmədim. Toylara getmirəm, istəmirəm. Nə qədər yalvarırlar, deyirlər ki, qurbanım, özümüz istəmişik belə elə. Yenə bir dəfə elə elədim. Dedim, yaxşı da istəyirlər. Getdim, bir də gördüm yenə mahnı gəlsin. İndi nə oldu? Oğlan tərəf dedi. Ondan sonra dedim, istəmirəm. Onda toya dəvət elədiyiniz 400 adamın hamısından yazılı icazə alın ki, burada belə bir şey olacaq. Ona görə də istəmirəm. Amma o qədər gözəl, məsələn, balada siz dediyiniz balaca toylar olub ki, getmişəm. Orada çox şən olur. Çünki məncə orada hamını görür və ünsiyyət qurma şansı daha çox olur deyə. Həm də hamı bir-birinə yaxındır. Yəni siz necədir? Bu böyüklər olan toylarda qohum əqrabalı olan çox adamlar. Məsələn, mənim qohum əqrabam yoxdur. Mən oturub bacıma hərdən fikirləşirəm. Deyirəm ki, bacım, bizim toyumuzun, uşaqların toyu olanda biz kimi çağırırıq? Ancaq dost tanış. İdeal toy olacaq məncə az adamla. Yəni mən məsələn əmmin nəvəsinin, nə bilim, əmmin baldızını niyə çağırıram? Mən hərdən toya baxıram, deyirəm bu kimi əmmin baldızı. Əmmin baldızının gəlini. Əmmin onların da hamısının uşaqları. Məsələn, bizdə elə adamlar yoxdur. Uzaq başa yığsam 100 nəfər o da dost tanış olacaq vəssalam. Siz müsahibədə belə bir nüans demisiniz ki, deməli siz ilanla rəqs eləmisiniz və hansısa bir dairəyə gəlib bir dənə qapaz qoyub ilanın başına. Piano oldu. Götürüb belə ilan əl belə çıxıb, kruqun belə kruq idi, mən də oynayırdım ortada. Bu gəl belə pianoda yıxılır. Belə elədi. Belə götürdü, vurdu. Hamı gülməyə başladı. Mən də pis oldum axı, canlı adım şeydi də. Heyvandır, niyə vurursan? Belə elədi, yəni qədim o belə də, oynayır da, göyə bu da belə elədi. Belə elədi, memnunluq eləyirdi. Göyə belə belə də vurdu. Bir dəfə də götür davulçunun başqa bir toyda idi. Davulçunun bu götürdülər taxtasını da. Başladılar davul vurmağa. O qədər möhkəm vurdu, böyük bir dənə adam idi. Götürdü, deşdi. Orada da pis oldum. Baxmadı, uşaq onunla pul qazanır, bir olur. Elə fırlandım, çıxdım, getdim. En azından onun vurduğu ziyanı qarşıladı, sonra adam. Güc balayla amma qarşılatırdı. Ondan sonra bu toyda içib ağlını itirib insanlara ziyan verən insanlardan. Heyf deyil, xınayaqdır, gedirəm qızlarla oynayırıq, əylənirik, çıxırıq, gedirik.
İstəyirəm qısaca bu coffee shop məsələsinə də toxunum. Nə doğrudan. oldu açdınız və bu Evet. işi nə təcrübə qazandırdı sizə? Coffee shop bizdə mənim bacım çox dadlı yeməklər bişirir, şirniyyatlar falan. Bizim nəsə ideyamız düşdü. Karantin idi, pul qazanmaq artıq. Yəni çox adam məsələn indi bu kompüter işçiləri, nə bilim o birislər hamısı evdən onlayn işləyir. Biz yetimlər hardan işləyəcəkdik? Show biznes adamı ən çox onlar biz də əziyyət çəkdik. Və ona görə biz oturduq, düşündük. Bizim həmişə bacımdan arzumuz olub ki, balaca bir dənə yer açaq. İçərisinə hətta bacım remont eləmişdi. Bacım rəssamdır. Çox gözəl şəkillər çəkmişdi, eləmişdi. O arada mənim kofeyerim çox məşhurlaşdı. Hamı gəlirdi yanımıza, çünki yeməklər dadlı idi, şirniyyatlar. Yemək də verirsiniz. Yemək şirniyyat, həm yeməklərdə sendviçlər falan belə. Bu SMS-lə çölə çıxan vaxt idi, yoxsa ondan sonrakı vaxt? Həm SMS, sonra da 9-da oldu, müharibə vaxtı. Yadıma gəlir, bayram oldu ki, hamı zəfər günü oldu. Hamı Targovaya yığışdı. Nə qədər adamlar gəlirdi. Onda işləyirdi sizin. O qədər gözəl işləyirdi o vaxt. Həm də take-away idi, hamı gəlirdi, doluşurdular belə, zəng eləyirdilər ki, hazır var, nəsə dadlı yemək. Oturmağa sizdə yer yox idi. 3 dənə idi uzaq içəridə, onda icazə vermirdilər də. Çox adam olanda icazə vermirdilər. Buna yığışanda bir də gördüm, gəlirdilər ki, dağılışın da, az durun. Dağıdırdım hamını, məsələn 5 orada dur. Zarafat sayətdə qışqırırdı. Yəni 16-ya çay gətir, məsələn belə zarafatımız zadımız var idi. Yəni özüm hamısını eləyirdim. 1-2 dəfə oradan keçmişdim həmin ərəfədə. Gördüm ki, siz nəsə aparırsınız. Yəni orada rəqqaslar gəlirdi, orada videolar çəkirdi. Yəni elə olub ki, ora gələn adamlardan bir qız, bir oğlanla tanış olub, sevgili də oldular orada, sonra toyları da oldu. Yəni çox maraqlı qızlar gəlirdilər spesial məni görmək üçün ki, Sərin xanım gəlmişsin yalnız. Nə qədər orada rəfiqə qazandım. Yəni çox maraqlı bir şey idi. Neçə müddət apara bildiniz o işə? 1 il oldu heç olmasa. Nə qədər karantin nə qədər getdi? Karantin hələ də davam edir. Belə qanuna baxsaq. Yəni qanunda da. Yəni bir ilə yaxın o həm də məni depressiyasından çıxartdı. Babam təzə rəhmətə getmişdi. Ona görə açdılar ki, biraz başım qarışsın belə elə. Sonra karantin bitdi. Mənim işlərim başladı. Üstündə dura bilmədim. Yəni toylar bərpa oldu da belə deyək. Bəli, üstündə dura bilmədim. Başladım, Dəli xanım başladı və hətta elə bir gün olurdu ki, mən artıq ağlayırdım. Yəni oynaya bilmirdim də, o qədər çətin. Xeyirlə çıxdınız oradan, zərərlə? Orada yox, xeyir. Xeyirlə çıxdınız. Hətta indiyənə kimi uşaqlar deyirlər ki, sən zaman bir dənə də yer açdım. Deyirəm ki, bir dənə biraz özümü toparlayım. Qəşəng bir yer açmaq istəyirəm. Hətta yerlər axtarıram artıq. Məncə içəri şəhər tərəfə fokuslanmaq daha şeydir belə. Yox, içəri şəhər yox. Mən də motosikl sürürəm. Başlamışam. Ətrafım moto sürənlər daha çoxalıbdı da. Show biznesdən moto sürənlərlə başlamışam oturub durmağa. Ona görə də mən istəyirəm yolun qırağında. Texas stildə. Gəldilər uşaqlar qoydular bayklarını. Bizə kofe xəstəsidilər hamısı. Kofe içib təzədən yola. Siz onda birinci hədəf kütlə ilə tanış olursunuz, sonra onlara uyğun nəsə məhsul hazırlayırsınız. Onun biraz var məndə. Hətta mən coffee shopdan sonra məktəb də açmışdım. Rəqs məktəbi. Qəşəng oldu. O 6 ay oldu. Sonra bağladıq. Niyə? Çünki yer yaxşı yer deyildi. Şəhər istədim. Çünki çox adam Əhməd Rəcəbliyə çətin idi getmək. İndi hətta o kruqu söküblər, lap çətin olacaqdı ora. Dəhşət tıxaclar var idi o zaman. Ona görə biraz bağladım. Çünki dəhşət qızlar istəyirlər. Tələbat var. İndi hətta onun fikrində eləyirdim ki, həm coffee shop, həm rəqs zalı bir yerdə olsun. Elə bir fikirləşmişdim. İndi görək də yavaş-yavaş. Deməli, siz müsabiqədə deyirsiniz ki, ən böyük arzunuz Parisə getməkdir. Onu həyata keçirə bildiniz, yoxsa hələ reallaşdırmamısınız? Onu oradan tapmısınız. Parisə getmək necə arzusudur? Mən Parisə gedib öz sevdiyim adamla arzumdur. Yəni tək getməyə heç bir belə şeyim yoxdur. Yəni mən orada tək getməyə niyə? O uşaqlıq arzumdur sadəcə. Qismən düz deyirsiniz. O uşaqlıq arzumdur. Ki, prosta belə xoşlayıram o Paris mənim üçün. Bilmirəm niyə uşaqlıqda mənim xəyalımda romantik sevgili ilə gəzmək, bəlkə o kinolara çox baxırdım. O cür tanıtdırılıb da, Paris sevgi şəhəri kimi tanıtdırılıb. Baxmayaraq ki, gəzəndə görsən ki, orada krisalar qaçır bir yanda. O da düzdür, amma nə bilim. Bizim bir buraxılışımız indi yaxın günlərdə yayımlanacaq.
sizlə olan buraxılışımız ondan bir neçə həftə sonra yayımlanacaq. Orada Məhəmməd adında oğlan var. Parisdə yaşayır. Neçə ildir, ümumilikdə Avropada 10 ildə yaxında yaşayır. İndi son 3-4 ili Parisdə yaşayır və foto video çəkir. Belə cütlüklər gedəndə Azərbaycandan ona müraciət edirlər. Onların şəkillərin videosunu çəkir. Röya xanımın kanda şəkillərin o çəkirdi. Super, ha. Çox gözəl qısa çəkişlər. Siz dediniz ki, cütlüklə getmək. O ağlıma gəldi mənim avtomatik. Müsahibələrinizdə bunu da deyirsiniz ki, sizin ayrılmağınızın səbəbi həyat yoldaşınızla xəyanətlərə, təkrar xəyanətlərə uğramağınız olub. Mənim başqa qonaqlarımızla da bu xəyanət mövzusuna toxunanlar olub və bu anlamda sizin düşüncəniz maraqlıdır ki, siz Azərbaycan kişisini həyat yoldaşına xəyanət etməyə vadar eləyən, bu fikri gətirən nədir? Bilirsiniz, nə qədər nüanslar var. Düzdür, deyirlər ki, bu sualı gəl kişiyə verəsən, amma mənə sizin fikriniz maraqlıdır. Siz nə düşünürsünüz? Yox, o nüansları çoxdur. Dəhşət çoxdur. Sırf niyə Azərbaycan kişilərindən danışaraq ki, bütün kişilər onsuz da şeydir. Yəni sırf bizim Azərbaycan kişilər deyil. Bu ərazidə yaşadığımıza görə bizim bir tərəfdən də, məsələn, Rusiyada tutalım, mən yaşamışam da, mən görmüşəm. Sonra artıq orada uşaqlarla da olanda yaşamışam. Mənim öz rəfiqələrimdən də görürdüm ki, yəni rus kişilər bizimkilərdən daha çox pis gəzirlər də. Yəni mən belə baxırdım ki, deyirdim, bizimkilər elə yəni normaldır da. Özdə xəyanət edən kimi də özləri gəlib deyirdilər. Yəni mən səni aldatmaq istəmirəm. Mən belə eləmişəm, tutalım. Ya mən artıq daha yaxşıdır sizcə? Yəni bizən gizlədə bilmirdilər də. Bizimkilər elə qəşəng gizlədirlər, adam ruhu da incimir. Mən həmişə demişəm, düzgün insan, yəni bizə nə dedim, elə düzgün yox ya. Kişi elə gəzməlidir ki, qadın bilməsin. Məncə mən sizin bu sözünüzü indi xəbər mağazin saytlarının, Instagram səhifələrinin xəbər manşetlərində görürəm. Kişi elə gəzməlidir ki, qadının xəbəri olmasın. Yəni o barədə yox, yəni hörmət. Məsələn, vallahi mənim elə bir rəfiqəm var idi ki, onun yoldaşı gəzirdi. Hamı bilirdi. Yəni hamı necə bilir. Özündən başqa. Amma o onun başına and içirdi. Və o yoldaşını elə əlində saxlayırdı ki. O da bilirdi. Buna rəğmən onun başına and içirdi, yoxsa bilmirdi başına and içirdi? Yox, kişi qadının bilim əlində saxlayırdı. Yəni o qədər həm gəzirdi, həm qadını əlində saxlayırdı. Elə əlində saxlayırdı. Elə onu qoruyurdu ki, yəni qadın deyirdi ki, belədir ki, nəsə olsa da belə, yəni mənim mehvatət. Da, yəni o sevgini o həm qadına verir, öz yoldaşına verir. Həm də elə gizlədir onu, elə abaloçkada saxlayır ki, onun heç bir şeydən xəbəri olmur. Yəni qurban olum, hamı gəzsə də belə, yəni onu elə eləməlisən ki, nə şiş yansın, nə çəbər. Sənin yoldaşın, yəni ürəyi qırılmasın da, hə. Amma sevdinsə başqasını gəl açıq denə ki, hə mən sevdim, mən gedirəm. Bu belə müxtəlif adamlar, araşdırmaçılar, psixoloqlar müxtəlif fikirlər deyirlər bağlı. Məsələn, ümumi fikir budur ki, kişilər ruslar buna monoqalyob deyirlər də. Poligam, monogam söhbət var da. Yəni kişi çox qadınla gəzə bilər fikri var, amma qadın bir dəfə sevir, kişi də bir dəfə sevir, amma müvəqqəti bir münasibət kimi baxır. Bu yanaşma var. Bu baxımdan mənə maraqlıdır ki, siz səbəbləri nədə görürsüz öz müşahidələrinizdə bizim cəmiyyətdə? Mən məsələn özümdə nə səbəb görürəm? Mən uşaqlarıma daha çox bağlı idim. Uşaqlara daha çox diqqət ayırırdınız buna görə. Bir də dırdır idim. Dırıldı, hər bir sözə dırıldıyırdım. Bezdirirdim. Siz bunu nə vaxt dərk elədiniz? Yəni nə vaxt düşündünüz bu barədə? Özüm belə daha da yaxşı tanıyandan sonramdır. Yəni artıq ayrılandan sonra üstünə indəksən nəsə oturub düşündünüz ki, səbəb nə idi? Yəni özünüz gəldiniz bu şey yoxsa psixoloqla işlədiniz gəldi? Mən heç psixoloqlara getməmişəm. Bir dəfə getmişəm məsələn. O da atamdan sonra. Amma belə mən baxıram ki, o soyuqluğu mən özüm yaratmışam. Yəni mən uşaqlar təzə olmuşdu, başım qarışmışdı uşaqlara, evlə, şeylə, yəni ay nə bilim belə nəsə maraqlı, gedək harasa, nəsə belə vaxt keçirdək, nəsə belə eləyək, nəsə elə eləyək, gedək harasa. Özümə qapanmışdım. Həm də belə deyim ki, bir yaşım olub, 24 yaş, 25 yaş. Mən indi biraz nəsə belə başa düşürəm hər şeydə.
O vaxt axı belə internet zad yox idi axı, biz oxuyaq, şeylə. Hə, İndi məsələn bir dənə məqalələr problem oxuyursun. çıxır. Hə bir dənə girirəm, oxuyuram, hə, akası buna görə. Bir dənə axtarış eləsəz, bütün Hə, şəbəkələr ona aid sizə kontent göstərir ki, amma məzmun. əvvəllər elə deyildi axı. Əvvəllər özü biz anamızla, atamızla pərdəmiz var idi. Mən durub anama məsələn zəncib deyə bilməzdim ki, mənim yoldaşım mənə xəyanət edir, məsələn, mən niyə Nə etmək olar bu halda? Yəni elə bir şey oxudu, qapanırdım özümə, başa düşmürdüm, deyirdim niyə görəsən belədir, amma baş aça bilmirdim də. Oturub fikirləşdim, yəqin ki belə olmalıdır da. Yəni o şeylər mənə hələ indi çatır da. Amma indi nə var ki, bir dənə girirsən, hamısı telefonda var. Yaxşı, əgər hər hansı bir qadın xəyanətlə qarşılaşırsa, o ilk növbədə özünə hansı suallar verməlidir və yaxud da nə etməlidir sizcə? Ümumiləşdirilə biləcək hansısa bir düsturlar varmı ki, siz öz təcrübənizdən çıxarış edərək düşünürsünüz ki, hər hansı bir rəfiqəniz olsa, belə bir haldan qarşılaşsa, siz buna bu tövsiyəni verərdiniz? Tövsiyə? Tövsiyə yoxsa qadın deyə bilər ki, bir rəfiqəniz var, fərz edin, onda yoldaş ona xəyanət edir və o da sizə görüşəndə deyir ki, aranız yaxşıdır, bəs belədir, mən istəyirəm ondan ayrılım. Siz ona nə tövsiyə edirsiniz? İntiqam al. Zəhər tökməklə. Yox, belə bir şey etməyin. Mən istəmirəm bu bir çağırış kimi də olsun. Ya sadəcə Etməyin belə şey. olub belə bir şey. Deyib mənim rəfiqəm mənə, məsələn, yaxınlaşıb deyibsə, mən demişəm ki, gəl düzgün araşdıraq. Əgər kimsə sənə qıraqdan deyibsə, faktlar yoxdursa, özün görmüsənsə, okey. Olub ətrafımda qızlara qoymamışam boşansınlar. Yox, özü görüb, faktdan, subutdan bilir. Görüb, fakt, subut görüb. Birincisi mən elə bir rəfiqəm olmayıb ki, ona elə bir xəyanət eləsin, amma özü görübsə mən sadəcə bir dənə demişəm ki, otur, danış. Qabağı 30-dur, normal danış. Hər şey problemi birinci araşdırın. Araşdırandan sonra oğlan istər-istəməz hamısını başa salır özünə. Qız istəsə inanır, deyir, "Vəsə, okey, mənə bu bəsdir." Oturur. Elə qız da var ki, deyir, "Yox, mən istəmirəm", çıxır gedir. Hə. Yəni o xanımın özündən asılıdır. Bəy elə bir şeylər deyəcək ki, ona tutalım deyəcək ki, belədir. Bu məsələn də iş yoldaşımdır, getmişəm məsələn ya belədir, ya düzgün başa düşməmisən. Xanım da inanıb. Və ya da xəyanət eləmişəm bu səbəblərə görə. Ya da ki, bağışla, mən üzr istəyirəm məsələn belə ya. O da ya qəbul edəcək, ya qəbul etməyəcək. Deyəcəksən məsələn aylarla süründür, nəsə aldır da ora zarafat edirəm. Amma belə vəziyyətə görə istəyirsə dəyərləndirə bilər. Amma məsələn əgər mən demişəm 30-dur denə, soruş. Əgər sevgidirsə, çıx get. O birisi tərəfdə sevgidirsə, yəni sevibsə, başqa adamı sevibsə. Amma ötəri bir şeydirsə, bir ailəni, 2 uşaqla, 3 uşaqla niyə boşayasan? Bir damcı bir ehtirasa görə. Yox, yəni uşaq məsələsini burada kənara qoyaq da. Okay, uşaq bir nə deyim, əsaslı bir səbəb ola bilər. Lap uşaq qoyaq kənara deyək ki, uşaq da yoxdur. Əsaslıdır. Hə, uşaq əsaslıdır da. Mən ona görə deyirəm ki, uşağı kənara qoyaq. Mən indiki ağlım olsaydı mən boşanmazdım. Mən uşaqlarıma ata ilə ana ola bilmirəm. Mən çətindir. Kim nə deyirsə, mən uşağıma həm atayam, həm anayam, boş söhbətdir. Və başqa adam gəlib sənin uşaqlarına ata olmayacaq. Ola bilir, olur, elə oğlanlar da olur. Ata olurlar o birisi uşaqlarca. Amma yenə də nə isə o şey qalır da. Pis yaxşı öz atası daha yaxşıdır. Mən elə düşün. Mən indi bax kim məni öldürsün də. Deyirlər ki, bəs döyən oğlan, bəs döyən kişi, bəs sevilən kişi. Mən döymək barəsində demirəm. Mən sırf xəyanət barəsində danışıram. Sırf xəyanət barəsində. Mənim elə bir tanışım var ki, rəfiqəmdir, qız rəfiqəm. Onun yoldaşı dəhşət xəyanətkardır. Amma elə eləyir ki, məsələn də o qız görür ki, o necə atadır, deyir yəni o atalığına görə mən keçə bilmirəm. Başa düşdüm. İndi sizin bu fikrinizi kimsə də bu cür dəyərləndirə bilər ki, sizin səsləndirdiyiniz bu fikir bir qadın üçün təhqir və zillətdir. Yox, niyə? Bunu qəbullanmaq bu bir zillətdir. Nəyin qəbullanmaq kimi xəyanətlə? Yəni bu xəyanəti qəbullanmağa başlamaq, çünki qadın eyni şeyi eləsə, kişi onu qəbul etməz. Bizim qadınlar eləyən deyil axı. Mənim ətrafımda yoxdur. Mən görməmişəm. Mən demirəm ki, bizim qadınlar eləyir, o məndə yox. Yəni görürsən sən mənim söhbətimi başqa cür dedin. İndi sən o sözü mən də demək istəyirəm, mənim ətrafımda elə bir qadın yoxdur. Xəyanət eləyən qadın olmayıb, görməmişəm. Öz ailəsi ola, məsələn, şey ola, mən görməmişəm. Oğlanlar normaldır, bizdə bu normaldır. Məsələn, Emil Quliyev bunun şahidi olub, hətta bunun barədə filmdə çəkib 2-ci pərdə.
Baxmamışam. Hə, yəni YouTube-da yazsaz ikinci pərdə görərsiniz, biraz ağır filmdir, ona görə o elə istirahət günündə məncə baxın. Bunu nəyə görə deyirəm? Bunu danmaq biraz absurd olardı da. Yəni mən demək istəyirəm ki, əks arqument olaraq bu gətirilsə ki, kişi bunu qəbul etməz, qadın niyə bundan barışmalıdır? Mən demirəm ki, barışsın. Mən demişəm, otur qabağında 30-dur danış. Əgər bu sevirsə, mənim üçün daxili o sevmək o xəyanətdir. Amma ötəri ehtirasa görə sən məsələn öz ailəvi niyə dağıdasan? O durub sən deyir ki, məsələn də, yəni saxlayamadım da özümü. Bir şey oldu da, ya hər şey eləyəcəm də. Bundan sonra konkret hər şeyə stop qoyuram. Hər şeyə mənim üçün bu həyatda ancaq sən olacaqsan. Vəsə. Oje birinci şansını ver, ikinci şansda oldusa, ondan sonra çıx get də. Ondan sonra da təzədən bax. Qərar ver məncə. Yox, mənim məsələn praktikamda, mənim ətrafımda olan qızlarda olmayıb. Elə də qəşəng yaşayırlar. O Cem Yılmazın çox gözəl sözü var. Deyir, xəyanətlə bağlı, xəyanətlə ya yalanla bağlı deyir, çox maraqlı bir paradoks var. Yalanla bağlı. Deyir, əgər sən yalanı danışa bilmisənsə, deməli sənin yalanını tutmayıblar. Danışa bilməmisənsə, tutublarsa deməli danışa bilməmisən. Siz deyirsiniz yoxdur. Deməli tuta bilməyiblər ki, yoxdur. Yəni o cürdə dəyərləndirilə bilər. Bax mən sənə hər bir insan şansı var. Bir şansı var. Və mən də deyirəm ki, mən həmişə demişəm onu. Mən ailəni bir şeyin üstündə demirəm, şiddətdir, nə bilim başqa belə pis şeylərdir. Sonda qətllə nəticələnir bəzən. Okey, onları şeylə. Amma məsələn sən siz necə başa salmısan? Əgər xəyanət olunubsa, olub da məsələn deyib dostlarınla piyandı, başı gedib, nəsə şey olub, bir də nəsə, amma risk olub nəsə görmüsülər qıraqdan, onu da mən demək istəyirəm də sənə. Yəni ayılıb ki, ayda mən nə etmişəm, tutalım da, olur da elə bir şeylər. Yox, hansısa bir filmdə ya komediya bir səhnəsi yadıma düşdü. Deyir, yoxsa gəldi o filmdə deyir, Rus filmdə. Это не я была, он сам пришла. Bir şey də var. Amma sən yazışma tapdın, nə bilim burada sevgi, aşk, hər gün nə bilim gəzmələr, hədiyyələr. Orada bir sən edirsən, konkret suda verirsən, hələ təzminat alırsan, nə bilim, bütün nə lazım, nəyi də var onu əlindən alırsan, uşaqları var, qutardı getdi. Elə, конечно. Ona görə mən mən o söhbəti ona gətirdim. Mən demədim ki, qadın dözsün, ya nəsə sən bayaq mən dedin ki, təhqirdir bu qadınlara, döz söhbətini demək. Yox. Sadəcə deyirəm ki, tələsmə ailəvi dağıtmağa. Yəni ailədən gözəl şey yoxdur. Yəni əsəblə hərəkət eləmə də, ağılla səbrlə əsəbin soysun, sonra bir məntiqlə hərəkət ardıcıllığın özün üçün bəlirlə, onları yerinə yetir, sonra qərar ver. Sizcə təhsil önəmlidir, yoxsa pul qazanmaq bacarığı və övladlarınızın təhsilli olmağını istəyirsiniz, yoxsa pul qazanmağı bacaran? Hayda, çox çətin sualdır. Bizə nə barədə çətindir? Mən 9-cu sinifdə oxumuşam, sonra getmişəm Maliyyə İqtisadiyyat Kollecini oxumuşam. Sırf hər gün saat 8-də gedib saat 6-da çıxmaq işlə mən getmək istəmirəm. Otura bilmirəm də bir yerdə. Mən özüm pul qazanmaq istəyirəm. Mən free işləməyi sevirəm. Amma məsələn elə bir adam olur ki, deyir ki, yox, mən stabillik sevirəm. Mən sevirəm saat 8-də gedim, 6-da gəlim, bilim ki, mən bu ay bu maaşı alıram. Mən maaşla öldür yaşaya bilmərəm. Bayram günlərində geri iş günüdür. Mən öldür maaşla yaşaya bilmərəm. Dəli olaram ki, gündəlik pul mən daha çox. Çünki həm saç sferasında olanda elə olub məndə. Həm rəqs barəsində olanda artıq məndə elə olub. Uşaqlarımı istəyərəm ki, bu dəqiqə, bu zamanədə baş lazımdır. Hər şey barədə. Baxıram ki, Instagramda elə bir şeylər var ki, onların başı çıxır, mənim başım çıxmır. Mən geridə qalıram. Çünki mən o pokoleniya deyirəm. 2 dəqiqənin içində qızım məni düzəldir, nəsə videoda onu düzəldir, bunu düzəldir, alqoritmi qoyur, nə bilim, belə eləyir, elə eləyir. Target eləyir. Görürəm ki, alacaq, o başqa cür düşünür. Bir də mən dəhşət istəyirəm ki, çox dillər bilsinlər. Dillər, bu həyatda dil bilmək çox gözəl bir şeydir. Yəni hara gedirsən, sənin qapılar açılır. Hara gedirsən.
Amma pul qazanmaq da lazımdır. Mən bilirsən necə bunu soruşuram. İndi vaxtınız olsa onu da tövsiyə edirəm, baxasınız. Orxan İbadov var, dünya yaddaş çempionu. Adam bu barədə yəni dünyada rekord qoyub da, bir Azərbaycanın təsəvvürü. Ondan bizim bir il əvvəldə podkastımız olmuşdu. 4 saat yarım, 2 hissədən ibarət. Hə, çox da baxılıb, yəni 50 min üzəri, bəlkə 100 minlərlə insanlar baxıb. Ondan yaxınlarda yenidən çəkilişimiz oldu. İndi o bundan öncə gedər ya sonra gedər, onu xatırlamıram. Orxan daima bu məlumatı ötürür ki, bu müasir zamanda əsas universitet ya məktəb təhsili o formada ki bizdə var, o yox, hansı bir bazarlığı formalaşdırıb onu ideala çatdırmaqdır ki, siz maliyyə azadlığınızı əldə eləyəsiniz. Sonra pulunuz olandan sonra istəsəz fərz edək də filoloq olmaq istəyirsinizsə, o sahənin müəllimini cəlb eləyə bilərsiniz və yaxud da başqa sahə maraqlıdırsa, o formada özünüzü inkişaf elətdirə bilərsiniz. Yəni bugünkü zamanda texnologiya sənə bu imkanı verir. Bu kontekstdə mən soruşuram ki, yəni siz övladlarınızın daha çox pul qazanan olmağını istəyirsiniz, yoxsa təhsilli olmağını? Çünki o qədər bizdə təhsilli, akademik, professor, alim adam var ki, yəni ayın əvvəlinin sonuna güclə çatdırır, bəlkə də xəstələnəndə dərmandan pulunu da çatdırır. O da düzdür. O düz deyirsən, amma məsələn mənim qızımın müəlliməsi var. O qədər kulturun xanımıdır, alman dili müəlliməsi. Fağır, sakit, belə də baxıram ki, üstü dəhşət örgədir də uşaqlar, çox da qəşəng qiyməti. Oturur evdə. Var, dil bazası var, düzgün örgədə bilir və artıq 20-yə yaxın məsələn şagird var. Həm onlayn, həm belə görün nə gözəldir. Həm təhsil var, həm pul qazanmaq var. Düz demirəm? İndi mən sizə başqa bir nümunə də gətirim də. Artıq neçənci dəfədir podkastda deyirəm. Təxminən 1 aya yaxın olar ki, əvvəl belə bir xəbər çıxdı ki, Qazaxstanda 11-ci sinif şagirdi 16 yaşlı bir oğlan startap qurub və ondan 1,5 milyon ya 2 milyona yaxın investisiya alıb. Bunu nəyə görə deyirəm? O da var. Məsələn, paraleldə Apple-ın yeni qulaqlıqları avto tərcümə funksiyasını şeydir. Yəni dil və tərcümə məsələsi zaman getdikcə, texnologiya inkişaf etdikcə, süni intellekt və s. müəllimlərə, tərcüməçilərə bu baxımdan ehtiyac olmayacaq. Mən düzdür, mən demək istəmirəm ki, insanlar dil öyrənməməlidir falan. Bunlar hamısı öz yerində. İstərsən versən canlı ünsiyyət, heç bir texnik olmadan. Amma bu məsələlər geniş mənada öz həllini tapandan sonra ki, indi çox sürətlə inkişaf edir də hər şey. Bir nəfər də hansısa bir sahə üzrə mütəxəssis olanda bir problemi çözməklə daha böyük məbləğdə pul qazana bilir. O misal var da, bilmək yox, deyir, hər hansısa bir avadanlıq ya gəminin nəyisə xarab olur, bir ustanı çağırırlar, gəlir, bir dənə çəkiz vurur ora, baxır, bir çəkiz vurur, deyirlər ki, zəhmət haqqın nə qədərdir? Deyir ki, bəs 20 min, deyirlər ki, bəs heç nə eləmədin də, deyir, mən onu hara vurmaq üçün, hansı güclə vurmaq üçün, deyir ki, 10 il mən vaxt sərf edəmişəm də, oxumuşam. Bu baxımdan deyirəm, yenə də istəyirəm ona qayıdaq ki, biz o reallıqda böyümüşük ki, oxumaq lazımdır, bu Sovetdən qalma da olub, amma onlar, bizdə valideynlər bunu təlqin edəndə, onlar başqa reallıqda olub. O reallıqda belə olub. Tək şans o təhsilin sırf olması sənə maaş, əmək haqqı, sağ qalmaq. Amma bugünkü reallıqlar fərqlidir. Mən indiyənə kimi heç uşaqlarımı 3-ə görə, 2-yə görə vurmamışam, nə də döyməmişəm. Mənim qızım həmişə gülürdü, deyir, oturmuşam, görürəm, yanımda qızı 4 alıb ağlayırdı, niyə ağlayırsan, deyir, amma mən öldürəcək. Deyir, mən başa düşməm, oturub gülürdüm ki, bu niyə belə deyir, deyir, doğrudan elə şey var, gəlir mənə deyir ki, amma 4-ə görə adamı döyürlər. Deyirəm ki, var da, elə mamaları var da, amma məsələn, mənim atamla keçib də, mən gəlirdi, papa gəlirdi, deyirdim ki, papa getməyim də dərsə. Deyir, 200 təcələ neçə eləyir, 4, deyir, bilirsən də, otur evdə. Sonra da papaya dedim, papa belə elədiniz, mənə oxutmadınız da. Deyir, sən özün oxumurdun, deyir, bizim üstümüzə niyə atırsan, deyir, zarafatlaşırdıq. Demək istəyirəm ki, mən əvvəllər fikirləşirdim ki, mən onlara bir sənət verərəm əllərinə. Məsələn, bu dəqiqə veterinar sənəti çox gözəl bir şeydir. O hər bir ölkədə onu eləyə bilər, hər bir ölkəyə gedə bilər. Grooming centerlər falan var, böyle heyvana qulluqla bağlı. Otellər var heyvanlar üçün, pişiklər üçün. Bu dəqiqə o qədər keçib də, məsələn, Avropada da dəhşət buna eləyirlər. Adi Avropanın özündə, məsələn, mənim bacım Almaniyada yaşayır da, deyir ki, sırf saç. Bir dəqiqə siz neçə bacısınız? Biz 2 bacıyıq. O bu illəri ora köçür. İndi sonra yavaş-yavaş uşaqlar, sonra da yəqin ki, mən sadəcə özümü Avropada görmürəm deyə bilmirəm. Mən İkinci manşet Renka Avropaya köçür. Əslində heç kimə demək istəmirdim, amma biraz hələ ki özümü hazır görmürəm. Hələ ki mən bilmirəm, mənə gəlir ki, mən Azərbaycansız yaşaya bilmərəm. Hələ ki biraz bu
deyirəm ki, vaxtı uzadıram. Ham bacım deyir ki, yığışaq, gedək. Artıq bacım ora gedir, bir dənə də viza gözləyirlər. Hə, o da alınsın. İnşallah bu yayıma çıxana qədər siz vizanı alarsınız. İnanın ki, o qədər gözləyirik onu. Mən deyirəm ki, ən əsas uşaqlar yerbəyer olsun. Mən artıq sonra düşünərəm. Bacım Avropada elə bir 6 ay yaşadı, gəldi. Dedi ki, yəni tam başqa həyat. Yəni düşüncə qadınlara qarşı, hər şey uşaqlara qarşı çox rahat, bullying yoxdur. Məsələn, burada biraz kökəlirsən, durub üzvə deyirlər ki, sən kökəlmisən, sən buran əyridir, sən əməliyyat eləməmisən. Məsələn də adamı hər bir şeydə çalışırlar, nəsə belə prinirət eləməyə. Bacım deyir ki, mən o qədər çox rahat idim orada da. Tam başqa bir mühit. Halbuki mən hamı bacıma deyir, sən orada darxassan, orada belə bizim kimi belə şey yoxdur. Bacım deyir ki, mən zaten onsuz da sakit adamam, heç yeri sevmirəm. Qaynaq qarışan. Hə, otururam, itini götürür, gedirdi parkda məsələn, oturub parklar da o qədər gözəldir. Mən də onu demək istəyirəm ki, məsələn, burada sənin artıq 40-45 yaşın olandan sonra, sən qocasan. Sən artıq heç nə eləyə bilməyəcəksən bu həyatda. Amma Avropada məsələn, başqa ölkələrdə qadınlar elə 40 yaşında ərə gedirlər. 42 yaşında ən məşhur aktrisalar, Hollywood aktrisaları uzaqbaşı 40-42 uşaqları olur. Bizdə isə çalışırlar hər yerdən 40 yaşına kimi ərə getməmisən, demək sən feministsən. Başa düşmən, feminist pisdir ki. Mən o başa düşə bilmirəm o şeyi. Baxıram da podkastlara. Bir şey olan kimi də feminist. Əgər sən bir qadın güclüdürsən və özündən güclü kişi xeylağı tapa bilmirsən, və o atnaşeniyada qız həmişə yuxarı qalxırsa, ona maraqsız olur da ona. Ona görə ona feminist deyirlər. Yəni məsələn elə qadın var ki, doğrudan güclüdürlər. Yəni zəifliklərini göstərə bilmirlər və heç kim ona əzib, məsələn bizdə xoşdurlar, qadın qulaq asmalıdır, qadın belə eləməlidir, qadın bunu eləməlidir. Elə qızlar var ki, deyir eləmirəm də, istəmirəm. Mən beləyəm. Olsun, mənim 5 dənə evdə pişiyim var. Həmişə bir şey gəlir çıxır, it pişik üstündə 40 yaşı var, 5 dənə, bir dənə də pişiyi var. Baxır görür ki, ailəsi zadı yoxdur, bir şey yoxdur. Bu qismətdir. Bu onun seçimi deyil, başa düşün. Bu onun qismətidir. Bu əgər istəyib alınmayıb, nədəsə istəyib düzdür. Çünki düzgün bəlkə hardasa kimsə başa salmayıb, düzgün adam qabağına çıxmayıb, hardasa əyilməyib, hardasa dikbaşlıq eləyib, hardasa məsələn öz мнениесini deyib onu başa düşməyiblər. Alınmadı da, sevib alınmayıb. O sevgi ilə də yaşayır. Vallahi mən elə qadın tanıyıram ki, hələ də o sevgi ilə yaşayır və heç kimi istəmir. 40 yaşı var, zaten hamı evdə qalıb. Amma nə olsun? Başa düşmədim. Bunlar da artıq görürlər ki, indi baxın görürəm də, məsələn mənim bacım indi it var. Bir iti öldü, gözün qabağında maşın vurdu. Mən buna başqa it hədiyyə elədim. Uşaq kimi düşürdü, ancaq hamı deyir, sən çox sevirsən iti. Deyir ki, mənim uşağım böyüyüb. Artıq süsü-müsü eləyə bilmirəm. Mən bu sevgimi, mənim də sevgim o qədərdir, mən bu sevgimi buna vermək istəyirəm. O demək deyil ki, mən tənhayım, itimlə oynaşırım. Yox. Bizdə bu söhbət, məsələn mənim 40 yaşım var. Hamı mən bir də görsün, nəsə paylaşan postumun altında yazır, qocalıb. Deyirəm, qurbanım, haram qocalıb. Mən bu dəqiqə 5 dənə işləyərəm, mənim heç vecimə də olmaz. Məsələn, istəyir внешность barəsində, istəyir nəsə barəsində, baş barəsində. Naborot, nə qədər sən o deyirlər, çaxır qaldıqca daha da belə önəmli olur, daha da belə bahalı olur. Yəni biz qadınlar da elə etdik. Yəni nə qədər biz ağıllı olub, düzdür. Heç kimə maraqlı, oğlanlara maraqlı deyil axı ağıllı qadından, güclü qadından. Sakit olmaq lazım. Sən necəsən belə? Onda sən qəşəng olursan, yəni. Məncə adama görə dəyişir. Mən misal üçün bir adamın düşünə bilmə qabiliyyəti olmasa, mənə o maraqlı olmaz. Məncə adama görə dəyişən bir şeydir. Ki deyirsə ağıllı, ola bilsin ki, kifayət qədər çox adam var. Amma düşünə bilməyən, fikir yürüdə bilməyən, söhbət burada ali savaddan, elmi nəticədən getmir. Adam düşünə bilməyən bir insandan feminist qızlar hansı bir yola çıxasan. Hansı ki bir həmişə öz dediyini deyir. Məsələn, bir sənədə elə qızlar var ki, mənim ətrafım deyir ki, mən kişi kimi qızam. Deyirlər ki, mən səninlə hər bir söhbətə gedərəm. Yəni mən o dərəcədə belə xasiyyətdəyim. Düzgünlük. Düzgün backgroundunuz var. Ona görə də hərdən çaşıram. Adi maşın sürəndə də belə. Başlayıram elə bir danışıram. Elə bir o deyirlər ruslarda sapojnik deyirlər də.
O elə bil 70 yaşda belə prava belə sevdim. Qışqırım, sonra qıraqdan Sənə baxıram. prava verəninə. Sonra qıraqda özümə baxıram, deyirəm, sən qadınsan, sən niyə belə edirsən? Sonra belə dınq vurur başıma ki, uje örgəşmisən də təklikdən, sən uje o qədər sən belə hər şey öz üstündə, sən başlayırsan uje hamıdan özünü qorumağa ki, hay bir üstümə gələlər, mən daha birinci gedim. Artıq o mənə uje çətinlik verir. Yəni mən özümü apara bilmirəm. Çox sağ ol. Mən belə eləyə bilmirəm məsələn. Bu bayaq burdan taksidən düşdüm. Qapını belə bağladım. Orada maşınlar axı tez siqnal verirlər. Çək düşməyə barəsində. Düşdüm belə deyirəm, çox belə belə birinci belə sifətlə düşdüm. Bu deyir ki, yaxşı ki Renk xanımsız da sizə keçərəm. Deyirəm, hə, çox sağ olun. İstədim deyim ki, başa düşmürəm. Başqa qadın olsa keçməyəcəkdi. O da deməkdir. İstədim orada üstünə gedim, sonra deyirəm, yox, mənim modum yaxşı olmalıdır, gedirəm efirə, sən belə də zarafat. Hə, bir görsən səhər açılır, bacıma deyirəm ki, bax söz verirəm, özümü qız kimi aparacam. Dedi sən, dedim hə, baxarsan. Üstündən 15 dəqiqə keçmir, yenə başlayıram. Özümdən asılı deyil. Yəni o uje xasiyyətdir. Uşaq vaxtından gəlir. Məni məsələn mən ailə qurdum, çünki mən artıq bilirdim ki, mən bu ailəni qurmalıyam da. Yəni mentalitet belə elə, həm də adam istədi məni, toyumuzu elədik. Amma sonra gördüm ki, yox. Mən bu adamdan mən sıxılıram da. Nə barədə mən biraz belə dəli doluyam deyə. Məni uje artıq sıxanda mən artıq uje qaçmaq istəyirəm. Ona görə hər bir qadın, başqa qadınlar var. O qədər cürbəcür psixologiya var. Heç vaxt deyə bilmərsən ki, ha, bura belədir, bu belədir. Yox, burada mən bunu eləsəm, sən bunu mənim kimi eləməlisən. Sən bunu burada eləməlisən, ona görə yaxşı olur. Yox, boş söhbətdir. Hərənin qisməti, hərənin öz yolu, hərənin öz seçimi. Mən əvvəllər qızlara qınayırdım. Deyirdim ki, sən niyə onu eləyirsən də, bağışlayırsan, tutamlayırsan. Sonra oturub baxır düşünürəm ki, sənin nə dəxlisi var? Qızın həyatıdır. İstəyir onu, sevir onu. Bacım yaxşı bir dənə sözdür. Deyir, bacım, o onu indi yaşamalıdır. Danq eləyəcək ya başına. Sonra keçəndən sonra qoy eləsin də, qoy yaşasın. Bəlkə xoşbəxt olacaq o cür. Hə, qoy yaşasın elə. Sonra da deyəcək ki, hə, kaş mən bunu yaşamazdım, amma onu da yaşamalıydı onu. Ona görə də bilirsiniz necədir? Yəni mən fəxr edirəm. Mən hər yerdə fəxrlə danışıram ki, mənim 40 yaşım var. Mənim bacım 100 dəfə paylaşmadı 40 yaşım var. Deyirəm niyə? Mən fəxr edirəm mənim 40 yaşım var. Mən indiyənə kimi mən demirəm, mən belə əziyyətlər çəkmişəm, nəsə belə bir nə bilim, mən elə bir yaşayış olub, məni belə aldadıblar, mən belə yox. Qəşəng həyat yaşamışam, yaşayacağam da hələ, bundan sonra da yaşayacağam da. İnşallah. Deyirəm, mənim anamın 60, mama neçə yaşın var idi sən? 57-dəndirsən? 68 olardı ardası. Həmişə fikirləşirəm ki, onun 60 yaşı var. Qəşəng oğlumla Türkiyədə yaşayırlar. Özləri üçün mama nənə bala gəzirlər, dənizə gedirlər. Özü gedir dənizə tək, dincəlir, nə bilim şey eləyir. Yəni bu əsl bilsən də deyir, elə rahat həyat yaşayıram, uşaqlar böyüyüb, heç kimlə artıq narahat deyilsən. Artıq özüm üçün yaşayıram. Mənə bunu başqa bir adam da demişdi. O da indi sənin sahəsindən məşğuldur. Onun 50 neçəsə yaşı var idi. Dedim, nə cür hiss edirsən özünü? Deyir, indi əslində daha rahatam. Çünki uşaqlar yerbəyer olub, hamı rahat həyatımı yaşayıram özüm. Mənə bir il, 2 il qaldı mən rahat olmağıma. Birin uşağı rahat almışam yola. Bir ikisi qaldı. Bir dənə onları da eləyim. Artıq ondan sonra öz həyatımı yaşayacağam. Düzdür bilməm nə yaşayacağam, amma yaşayaram. İnşallah yaxşı olur. Hə. Və son sualım, siz ümumiyyətlə rəqsi sırf məclislərdə, yəni xilas məclislərində iştirak etməklə nə vaxta qədər davam etdirməyi planlayırsınız? Yoxsa nə cür olar? Mən sizə deyim də, orientalda baletdəki kimi başqa Latin Amerikanada ya başqa bir rəqslərdə, ya milli rəqslərdə nə kilo fərqi var, nə cins fərqi var. Yəni kişi, qadın heç bir fərqi yoxdur. Nə yaş fərqi var. Bizdə standartlar yoxdur. Ay sən bu yaşından bu yaşındasan, bu kilodan bu kiloda olmalısın. Yox, heç bir şey yoxdur. Pittsburghdə mənim müəlliməm var. 67 yaşı var, hələ də oynayır. Məclislərə getmir, amma şovlar qurur. Öz rəqqasları var. Qəşəng özdə rəqs qurur onlara. Məktəbi var. Koreoqraf kimi işləyir. Hə, məktəbi var. Özü də məsələn düzəldir. Dərs deyir. Axırda da özü qala konsertdə özü çıxış eləyir və qadın oynayanda hamının ağzı açıq qalır. Yəni o qədər gözəl qadındır. Və mən inşallah ki, mən də o yaşıma kimi elə qalaram. Yəni onu demək istəyirəm ki, hələ tələbat var. Çox gözəl də tələbat var.
Nə vaxt görərəm ki, moddan düşürəm, onda gedərəm. Amma hələ yox. Başa düşdüm. Nəyə görə mən bunu soruşdum? Çünki siz kofe shop, rəqs məktəbiniz, bunlar hamısı enerji və vaxt tələb eləyir də. Siz onunla məşğul olsanız, gərək bunu saxlayasınız. Ya bundan məşğul olsanız, onu elə etməməlisiniz. O var hə. Amma elə bir zamanı gəlib çıxacaq ki, mən bir seçim eləyəcəm. O da hələ gəlib çatmayıb. Hər dəfə fikirləşirəm, düşünürəm, görüm nə vaxt. Hayır, bir də görürəm ki, elə bilirəm ki, azalır. Bir də görürəm qalxır təzədən hər şey yuxarı. Elə deyirəm azalan vaxt deyirəm, bax bu moment çıxmalıyım. Görürəm təzədən bir də gəldi, nəsə valına gəldi. Ona görə deyirəm ki, hələ o bir moment var da, bir tık eləyəcək ondan sonra da vəsə. Hələ gəlməyib. Başa düşdüm. Rəyhan xanım, təşəkkür edirəm gəldiyinizə görə, vaxtınızı ayırdınız. Siz sağ olun. Mən elə ki, insanlara maraqlı oldu bu söhbət. Hər halda şəhərlərdə fikirlərimi bildirirəm. Bir də söyünürsüz Allah. Onsuz kimsə əgər təhqir, söyüş yazırsa, o adamları bloka atıram. Mən artıq bunu bir dəfəlik qəbul etmişəm bütün sosial media hesablarında və YouTube-da adətən az olur. Xüsusilə uzun-uzadı videoya baxanlar, biz nə qədər danışırıq artıq, yəni 1 saatdan çoxdur da biz danışırıq. Uzun metrajlı kontentə baxan insanlar adətən söyüş söymürlər. Söyüş söylənlər o adamlar olur ki, başlığı oxuyub, xəbəri oxumayıb da söyüş yazan insanlar. Amma yenə də kimsə təhqir yazırsa birbaşa bloka edilir. Bu formada təmizləyirəm onları. Yəni demək istəyirəm ki, yəni hər şey qadın üstünə atmaq, hər şey qadın belə olmalıdır, qadın bu olmalıdır, qadın o elə eləməlidir. Sən güclü olmalısan, sən nə bilim özünə baxan olmalısan, sən zəif olmalı deyilsən, sən yaxşı ana olmalısan, sən beləsən, arıq olmalısan, sən belə olmalısan. Demək istəyirəm ki, hər şey biz qadınlar, ən əsasda bu Azərbaycan qadınlar o qədər çılğınıq. Bir də görürsən ki, bu stəkanı 2 dəqiqənin içində əsəbləşib qırırıq, sonra deyir, niyə qırmışıq bunu da? Yəni hiss soyur, sayı azaldı. Hiss soyur, oca başlayırıq deyir, bunu niyə elədik? Çünki o bizim qanımızdadır, o ehtirasdıq, o çılğınlıq, o deyirlər, italyanski belə qızlar, belə danışanlar. Ona görə demək istəyirəm ki, bizim hansısa bir belə bir şeylərimizi keçməyə lazımdır. Tutalım, məsələn, gördünüz ki, hansısa bir qadın belə bir şey eləyir də, məsələn, deyirsən ki, o da qadındır, məsələn, şeydir. İndi düzgün çox çətinləşib. Yəni mən özüm görürəm də bu bütün günü çöldəyəm deyə əvvəllər qadınlara qarşı tamam başqa cür idilər. Biraz daha çox əsirdirlər. İndi elə bilirsən necədir? Ən əsasda yolda, məsələn, hansısa şey belə rahatçılıqla qışqırırlar üstüvə, rahatçılıqla belə şey eləyirlər, belə danışırlar, amma əvvəllər elə şey yox idi da, tutalım. Mədəni səviyyə aşağı düşüb sizdə. Ona görə demək istəyirəm ki, bəlkə biz ona görə belə güclü olmuşuq. Bəlkə biz ona görə belə özümüzə şeylər bağlamışıq ki, heç kim bizə yaxın getməsin, heç kim bizi şey olmasın. Yəni, elə bir sevgi azalıb. Qadının üstündə əsmək azalıb, bilmirəm, onu demək istəyirəm sizə. Ona görə də çalışın bizə qarşı biraz daha nerjli olun, biraz daha da duyğusal olun, bizi başa düşün, bizi anlayın. Yəni nə bilim, qadın olmaq Azərbaycanda özü də tək ki, məsələn, uşaqla da boşanmış çox çətindir. Onu hamı bilir və hamı əziyyət çəkir. Düz indi o qədər də şeyləmirlər, amma əvvəllər mən təzə boşanan vaxtda çox çətin idi. İndi biraz daha da şey olub. Boşanmaların sayı artdıqca artıq müəyyən bir qəbul amma hər şey yaxşı olacaq. Ən əsas bu dəqiqə olub. Psixoloqlar o qədər çoxalıb ki, kiməsə girirsən 2 dəqiqənin içində Instagramda nəyisə baxsan deyirsən, "Vəsə keçdi." Ona görə də çox sağ olun ki, dəvət elədiniz. İnşallah ki, nəsə pis şey olmadı aramızda. Bu arada şad oldum. İnşallah gələn səfər yenə coffee shop açılandan sonra gələrəm. Mən gələrəm ümumiyyətlə. Mən də coffee shop-a gələrəm. Belə dostlar, çalışın, özünüzə fikir verin və ən əsası sağlam və xoşbəxt olasınız. Bu çox önəmlidir. Bizim kanala abunə deyilsinizsə, abunə olun. Sosial media hesablarımıza abunə ola bilərsiniz. Coffee hesabından bizə iyanələr edə bilərsiniz. Bunların hamısının keçidi videonun altında olacaq. Belə, hələlik.